Kamil müəllimi salamlayıram. Bütün webinara qoşulan yoldaşları salamlayıram. Xoş axşam arzulayıram öncəliklə və bugün çox önəmli mövzulardan birinə değinəcəyik. Meta model və onun psixoterapiyada istifadə imkanları. Onu deyim ki, ümumiyyətlə psixoloq üçün deməli konsultasiyada, psixoterapiya prosesində bir çox məsələ önəmlidir. Lakin ən önəmli məsələlərdən də biri doğru şəkildə ünsiyyəti qura bilmək və bu ünsiyyəti davam elətdirə bilməkdir. Əlbəttə ki, bu prosesdə bir çox məsələlər, bir çox amillər nəzərə alınmalıdır. Biz bugün sadəcə olaraq meta model üzərinə danışacağımız üçün mən çalışacağım qısa vaxt bizə verildiyi üçün o qısa vaxtda bütün informasiyanı ən azından müəyyən həcmdə sizə çatdıra bilim. Ən azından meta model suallarını sizə göstərə bilim. Bu eyni zamanda ona işarədir ki, əgər kimsə gələcəkdə bu belə deyək də vərdişi ya da bacarığı özündə daha da inkişaf elətdirmək istəsə, əlbəttə ki, neurolingvistik proqramlaşdırma təlimlərinə qoşula bilər. Eyni zamanda bu model, yəni meta model ki, meta anlayışı ümumiyyətlə fövqəl deməkdir. Yəni Yunanca, ola bilsin bəlkə Latın dilində də onu bilmirəm. Bu yəni model üstü anlamını verir, hərfən əgər tərcümə eləsək. Eyni zamanda kognitiv davranış terapiyasında da istifadə olunur, yalnız başqa adla istifadə olunur. Yəni orada deməli düşüncə deməli virusları ya da fərqli şəkildə istifadə oluna bilir. Lakin mahiyyət etibarilə sistemlik baxımından eyni anlam daşıyır. Ona görə sizə xoş seyirlər və dinləmələr arzulayıram. İndi birincisi özümüzə belə bir sual verək ki, ümumiyyətlə istənilən uğurlu psixoterapiya hansı xüsusiyyətlə xarakterizə olunur? Ola bilsin indi bu sual artıq verilmir, amma mənim yadıma gəlir ki, biz təhsil alanda və daha sonraki illərdə bizə sual verirdilər ki, ümumiyyətlə söz və deməli müalicə eləmək olarmı? Yəni psixoloq nə iş görür ki, sadəcə danışır da, yəni danışmaqla ya da dinləməklə kimə necə yardım göstərə bilər? Hal-hazırda ümid edirəm ki, belə suallar artıq verilmir. Çünki mən əslində Kamil müəllimin də belə deyək də neurolingvistik proqramlaşdırma və digər müəyyən terapiyalara müəyyən qədər münasibətini bilirəm. Amma yenə də inanıram ki, yəni indi burada deyilənlər üzərinə müəyyən qədər deməli görüş dəyişikliyi bəlkə də formalaşacaqdır. Öncəliklə onu deyim ki, Richard Bender ilə John Grinder'in çox önəmli kitabı var, 75-ci ildə nəşr elətdirdikləri. Bu Magiyanın strukturu kitabıdır. 2 cilddir. Öncə birinci cild çıxıb, sonra ikinci cild. Deməli, orada belə bir cümlə keçir ki, metakommunikasiyanın əhəmiyyətli payı verbal formada həyata keçirilir. Baxmayaraq ki, qeyri-verbal biz bilirik ki, ötürülən informasiya daha böyük faiz təşkil edir. İkinci məsələ, danışanın dünya modelində dəyişiklik baş verir. Nəticədə danışanın davranış və təcrübəsi dəyişir. Yəni biz danışdığımız zaman o prosesdə artıq bir dəyişiklik baş verir və bu sadəcə klientdə baş vermir ya da pasient deyin ya da danışan deyin, necə indi qəbul edirsinizsə, eyni zamanda psixoloqun özündə baş verir. Yəni Freudun dili ilə desək, iki insanın şuursuzluqları və şuuru qarşılaşır və onlar ortaq bir nöqtədə görüşürlər. Və əgər burada bir adaptasiya söz konusu, söz mövzusu olarsa, o zaman bu proses daha səmərəli nəticə ilə yekunlaşacaq. Deməli, dilin transformasyon modelinin adaptasiyası yolu ilə yaradılmış meta model, yəni bu Noam Chomsky'nin nəzəriyyəsinə söykənir. Transderivat axtarış deyirlər. Danışanın ya da klientin, pasientin kasıblaşdırılmış modelinin anlaşılması və dəyişdirilməsinin eksplisit modelidir. Yəni, eksplisit model nə deməkdir? Var implisit model, biz hafizə mövzusundan bilirik, var eksplisit model. Eksplisit model, yəni hər kəs üçün açıq olan, yəni gizli olmayan, aşkar olan deməkdir.
Metamodel insanın sözlərinin əsaslandığı təcrübəyə çatmağa imkan verən alətləri bizə təqdim edir. Çünki təcrübəni hər kəs fərqli şəkildə ifadə edə bilir və bu o deməkdir ki, hər kəs eyni təcrübəni fərqli cümlələrlə ifadə edə bilər. Bizə lazımdır ki, həmin subyektin şəxsi təcrübəsinə çata bilək. O zaman metamodel deyəndə biz nəyə nəzər tuturuq? Yəni soruşulan sualın keyfiyyəti veriləcək məlumatın keyfiyyətini müəyyən edir nöqtəsinə gəlib çatırıq. Metamodel 13, bəzi mənbələrdə 12 keçir. Parçalayanda 13 olur. Spesifik suallar dəstini nəzərdə tutur. Hansı ki, bunlar sayəsində bir adamın mövcud gerçəklik anlayışından yeni bir anlam çıxarmağınıza şərait yaradır. Yəni bir cümlə qurur klient və o cümlədən yola çıxaraq biz o cümlənin əsaslandığı təcrübəni ortalığa çıxarıb o cümlənin yenidən deməli inşasına gəlib çıxırıq, hansı ki mahiyyət etibarilə bizə daha çox informasiya verəcəkdir. Qısa desək, qarşımızdakı adamın dünya modelini və ya xəritəsini genişləndirməyimizə imkan verir. Psixoterapevt 3 mümkün davranış yolunu seçə bilər burada. 1. Mən öncədən deyim ki, mən 3-cü yolu seçəcəm. Çox üzr istəyirəm. Məhrəm, çox üzr istəyirəm. Dəyişilmə slayd nəsə mən də hiss edirəm siz dəyişdirirsiniz, amma dəyişilmir burada. Bəli, mən dəyişdirmişəm. Amma burada dəyişmədi. Yenə dəyişmədi. Xeyr. İndi onu necə edim mən o? Yəni mən dəyişirəm axı. Bunu artıq burada necə etmək olar? Belə görsəniz. İndi dəyişdi. Onda elə bu şəkildə gedin, bu şəkildə görünsün. Yəni böyüdəndə ola bilsin, bəlkə internet sürətindən dolayı, düzdür, bizdə sürətlidir, amma yenə də olsun belə. Mən öncədən deyim ki, mən 3-cü varianta üstünlük verirəm. Bu əlbəttə ki, yenə deyirəm, yeni başlayanlar üçün uyğun variant olmaya bilər. Birinci variant ümumiyyətlə deməli qəbul görmür. Bu kasıblaşdırılmış modeli istifadə etməyə razılıqdır. Yəni klient hansı şəkildə cümlə qurursa, o cümlə üzərindən də proses davam elətdirilir. İkincisi, danışandan çatışmayan hissə haqqında soruşmaqdır. Məhz bu nöqtədə, bu ikinci göstərdiyimiz nöqtədə metamodel sualları devrəyə girir. Bir də üçüncü var, yəni davranış yolu psixoterapevt tərəfindən. Bu müstəqil olaraq ehtimal etmək. Yəni bu artıq təcrübə gərəkdirir, belə deyək, ən önəmlisi təcrübə gərəkdirir ki, və eyni zamanda bakalavr, mən həmişə deyirəm, magistratura dönəmində, bakalavriat və magistratura dönəmində keçilən nəzəri biliklərin sistemli, müəyyən bir sisteminin yaradılmasını zəruri qılır hər bir psixoterapevt ya da psixoloq üçün. Çünki məhz müstəqil olaraq ehtimal etmək üçün problemi bizə eyni zamanda deməli proqnoz verə bilmək, eyni zamanda ehtimal edə bilmək üçün müəyyən bir şablon lazımdır. O şablonu da bizə nə verir? Öyrəndiyimiz nəzəri fikirlər, o nəzəriyyələr, o yanaşmalar bizdə o sistemi formalaşdırır ki, biz lazım olanda ora müraciət edək və ondan istifadə edək. Uyğun gəlmirsə dəyişdirək. Deməli, daha sonra davam eləyək. İndi həmin o sözlərlə biz müalicə edə bilərikmi sualına ən doğru cavabı vaxtilə Freud veribdi cavab olaraq. İndi burada 91-ci ilin ədəbiyyatından götürülüb, amma əlbəttə ki, bu 91-ci ilə söykənmir. Freudun mühazirələrini oxuduğumuz zaman deməli, biz görəcəyik ki, orada da bu keçir. Eyni zamanda xüsusilə mən və o əsəri var Freudun. Həmin o mən və o əsərində, bax, burada indi qeyd elədiyim məsələlər keçir. Freud bilirsiniz ki, 3 anlayış istifadə edib, yəni topografik modelə görə şuursuzluq və şuur öncəsi. Sürətlə danışmağa çalışacağım, çünki vaxtı yetişdirməm lazım. Deməli, şuursuzluq və şuur öncəsi təsəvvürlər arasındakı gerçək fərq ondan ibarətdir ki, Freud yazır, şuursuzluq naməlum olan hansısa material əsasında baş verir. Şuur öncəsinə isə biz
yalnız sözlü təsəvvürlərlə birləşmək vasitəsilə çata bilir. Yəni nəyə görə? Çünki şuursuzluq şuur öncəsi ilə sözlü təsəvvürlərlə birləşə bilir. İpucu verir bizə. Və bu zaman Freud yazır ki, nəsə necə dərk olunur sualı əslində nəsə necə öncədən dərk olunur şəklində verilərsə daha doğru deməli nəticəyə varmış ola bilərik. Yəni biz prosesi sürətləndirmiş və şuur öncəsinə gəlib çıxmış ola bilərik. O zaman cavab verir özü də Freud, deyir ki, müvafiq sözlü təsəvvürlərlə əlaqə yolu ilə. Bu sözlü təsəvvürlər xatirələrin qalıqlarıdır. Nə zamansa onlar qavranılmış olublar və bütün xatirələrin qalıqları kimi yenidən dərk oluna bilərlər. Məhz bu nöqtədə o bir çox ədəbiyyatda keçən azad assosiasiyalar texnikası adı ilə keçən ya da şuçlara görə əslində azad müdaxilə deməli adı ilə işlədilməli olmalı olan deməli texnika devrəyə girə bilir. Yəni və əsaslandırmaq üçün də Freud həmin mən və o əsərində belə bir şəkil çəkir. Və həmin kitabda çəkdiydi, mən o tərcümə eləmişəm. Görürsünüz, burada qışı qavrayış şuur sistemi deməkdir. Daha sonra şuur öncəsi şı, ö, mən. Bu gördüyünüz yol ki sağ tərəfdən sanki çəkilibdir. Yəni onun sıxışdırılmış deməkdir və aşağıda o yazılıbdır. Yəni gördüyünüz qədərilə bu deməli şuursuz sahədir. Və burada ən önəmli, əlbəttə indi çox vaxtda danışmaq istəmirəm, bizim üçün önəmli olan cəhət nədir bu strukturda? Akustik sözü yazılan hissədə fikir verin, orada papağa bənzər bir çıxıntı var. Freud onu xüsusilə çəkib. Düzdür, onun alt hissəsi də bütövdür, amma yenə də və orada Freud belə bir cümlə yazır kitabında ki, deməli bizim şuursuzluğumuzun deməli bizi eşitmə imkanı var. Yəni sanki o qulaqdır. Yəni belə indi biz yorumlayırıq da. Yəni şuursuzluq bizi eşidə bilir. Bu bizə ipucu verir ki, biz deyək ki, bəli, biz danışdığımız zaman klientin şuursuzluğu bizim suallarımıza və onun öz dediklərinə reaksiya verir və bu terapiya prosesini sürətləndirir. Əgər biz doğru suallar versək. Və burada əlbəttə bunu qısa tutub keçirəm digərinə. Burada bizə lazımdır ki, dərin strukturdan, səthi strukturdan dərin struktura gələk. Yəni dərin struktur dediyimiz zaman insanın öz davranışını təşkil etmək və istiqamətləndirmək üçün istifadə etdiyi sensor xəritədir. Səthi struktur həmin o saxlanılan ilkin sensor təsəvvürün təsviri nəzərdə tutur. Yəni misal üçün, deyək ki, hər hansı bir uşaq yolla getdiyi zaman yəni tində dönərkən qarşısına böyük bir it çıxıb və it hürüb, həmin uşaq həmin anda məsələn qorxu keçirir. Anası psixoloqa gətirir, uşağa sual verir psixoloq ki, məsələn, əsas səni narahat eləyən nədir? O da deyir ki, qorxuram. Baxın, sadəcə bir söz işlətdi uşaq, qorxuram. İndi psixoloq üçün önəmlidir ki, qorxuram sözündən yola çıxaraq, yolda getdiyim zaman, filan tarixdə, filan gün, filan küçədə, sağa dönərkən timdən böyük it çıxdı, hürdü və bunun sayəsində mən qorxdum cümləsini tapsın. Yəni metamodel sualları, bax, sadə dildə desək, bunu öngörür. Yəni bunu nəzərdə tutur. Yəni sadəcə qorxuram kəlməsindən yola çıxaraq bütöv cümləni, yəni təcrübənin əsaslandığı o bütöv cümləni, sadəcə təsvirini deyil, ortalığa çıxarsın və biz bunun əsasında klientin ən azından ilk olaraq fərqindəliyinin ortalığa çıxaraq, yəni özü də o qorxduğu zaman sıxışdırdığı o cümləni deyərək müəyyən bir rahatlama hiss eləsin. Eyni zamanda bunun üzərinə artıq deyək ki, müəyyən qorxunu yenməklə bağlı texnikalar işlənsin. İndi bu proseslər 3 sürdü. Deməli, yəni 3 şəkildə baş verir. Yəni dərin strukturdan, yəni təcrübədən onun sözlü təsəvvürünə keçən o proses 3 deməli prosesdən keçir. Birinci silmə, ikinci ümumiləşdirmə, üçüncü də təhrif etmə. Deməli, ya klient müəyyən informasiyanı silə bilər. Məsələn, deyək ki, bayaq işlətdiyim cümlədə qorxuram. Yəni bütün
cümlənin mübtədası, ikinci dərəcəli üzvləri hamısı getdi harasa. Sadəcə qaldı nə? Qorxuram kəlməsi. Bitdi. Ümumiləşdirmə ola bilər. Yəni burada yaşadığı hər hansı bir travma üzərinə, psixi travma üzərinə bunu ümumiləşdirir klient və bütün deməli həmin ola bilsin cinsə aid olan insanların tamamına ithaf edir. Məsələn, deyək ki, hər hansı bir konkret bir kişi hansısa bir qıza, məsələn, deyək ki, hansısa bir yanlış şəkildə davranış göstərib, sərgiləyib. Misal üçün, deyək ki, bu indi təcavüz ola bilər, ondan sonra nə bilim, müxtəlif anlayışlar var. İndi mən burada işlətmək istəmirəm. Yəni, sürtüşmə ola bilər, frotterizm dediyimiz ya da və s. var. O zaman klient nə deyə bilər? Bütün kişilərə nifrət edirəm. Yəni, ümumiləşdirdi. Ya da təhrif etmə. Yəni, burada deməli, bir şey başqa bir şeyə bağlana bilər, əlaqəsiz şəkildə. Yəni, məsələn, deyək ki, kimsə deyə bilər ki, məsələn, hansısa qadın deyə bilər ki, filan, məsələn, deyək ki, həyat yoldaşım mənə gül almır, demək məni sevmir. Misal üçün deyirəm, aydın olur. Yəni, sevməyi gül almamağa, yəni sevməməyi gül almamağa bağlaya bilər, bu təhrif etmədir. Misal üçün. İndi bu haqda daha ətraflı keçəcəyik. Bu şəkildə bax qoymuşam bura, dərin struktur, səthi struktur və o arada baş verənlər. Görürsünüz, ya problem ümumiləşdirilir, sadəcə problem ümumən deyilir, sonra təhrif etmədə görürsünüz, hərflərin yeri dəyişib, silmədə isə bəzi hərflər ümumiyyətlə yoxdur. Yəni, bu şəkildə daha anlaşıqlı olsun deyə. Dil təcrübənin ikinci dərəcəli təmsilidir, prinsipindən yola çıxır, metamodel və bu da nümunə. Məsələn, bir soldakı yoldaş sağdakına gördüyü yol hərəkət, yol nəqliyyat hadisəsini danışır. Deyir ki, mən yol nəqliyyat hadisəsi gördüm. Baxın, sağ tərəfdəki insan, məsələn, bu cümlədən yola çıxaraq başında belə bir sxem qurur və fikir verir nə qədər fərqlidir. Yəni, görürsünüz, onların ortaq nöqtəyə gəlmə ehtimalı yalnız o zaman ola bilər ki, sağ tərəfdəki, sol tərəfdəkin işlətdiyi cümləni tamamını ortalığa çıxarsın ki, necə bir yol nəqliyyat hadisəsi görübdür. Sadəcə bu cümlədən yola çıxıb təsəvvüründə canlandırsa, yanlış yerə də vara bilər ki, psixologların bir çoxu da bu yanlışa vara bilir. Metamodel dilin yaşantılarla əlaqəsini bərpa edir. Əgər əlavə bununla bağlı oxumaq istəsəz, mən bura qoymuşam 2023-cü ildə deməli, mənim bununla bağlı məqaləm, deməli, Psixologiya Elmi Tədqiqat İnstitutunun Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni mövzusunda həyata keçirdiyi, deməli, Azərbaycan xalqının ümumi lideri Heydər Əlizoğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika Elmi Konfransının materiallarında nəşr olundu. Yəni 82-86-cı səhifələrdə. İndi 3 cür demişdik, proses var. Birinci silmə. İndi sürətli şəkildə bunlara keçək. Əgər silmə baş veribsə, yəni hansısa informasiya itirilibsə, o zaman demək psixoloq nə etməlidir? İnformasiyanı toplamalıdır. Normal olaraq, yəni nəticəyə gəlirik. Burada 5 metamodel şablonu var. Birincisi bəsit silmədir. Məsələn, kimsə deyə boğaza yığılmışam. Misal üçün. İndi boğaza yığılmışam kəlməsi ya da narahatam, şikayətçiyəm, ağrıyıram. Yəni en sayda yəni yerə vara bilərsiniz ki, bunu əslində nədir? Yəni mahiyyət etibarilə. Və burada suallar da qoymuşam. Boğaza yığılmışam deyirsə bir şəxs, mən hər birindən bir misal deyəcəyəm də çox vaxtımız olmadığına görə. Tam olaraq, məsələn, necə boğaza yığılmışam? Məsələn, bu sualı verə bilərsiniz. Yəni, nə üçün, niyə? Yəni, bu sualları çalışırıq verməyə, mən ən azından verməməyə çalışıram. Amma əlbəttə verə də bilərsiniz. İndi sərt burada bir qayda yoxdur da, yəni nə üçün sualını verməyin. Amma metamodel uygulayanlara adətən tövsiyə olunur ki, yəni və ümumiyyətlə belə yazılır ki, yəni nə üçün sualından daha çox burada qeyd olunan suallar verilsə daha yaxşı olar. Əlbəttə bunları əzbərləmək işə yaramır. Zamanla bu vərdiş halına keçməlidir. Artıq cümlə qurulanda ya da bir söz işlədəndə qarşı tərəf bilir ki, artıq necə bir sual verməlidir. Məsələn, boğaza yığılmışam, məsələn, tam olaraq necə boğaza yığılmışam, onu təsvir etməsini istəyə bilərsiniz. Ya da hətta təcrübə ilə daha irəli getmək olur da. İndi mən o detallı bir dənə burada deyəcəyəm də, başqa yerlərdə, başqa nümunələrdə izahat verməyəcəyəm. Bir nümunə verim ki, söhbətin nədən getdiyini tam qavraya biləcəm. Məsələn, deyə bilərik ki, məsələn, doğru anladımsa, çünki orada
4 mərhələ vardı ümumiyyətlə psixoloqun işləmə prosesində. Yəni orada aydınlaşdırma mərhələsi var. Yəni əgər doğru başa düşdümsə, deməli variantlardan birini deyirəm ha. Yəni bizdə şey var ki, o dəqiqə ha belə dedi müəllim, elə deməli bu doğrudur, yox. Məsələn, doğru anladımsa, biriləri sizə bir şey dediyi zaman siz eyni şəkildə ona bir şeyi deyə bilməlisiniz. Misal üçün deyirəm. Və bu istər-istəməz sizin deyək ki, deyə bilmədiyinizdən də ola bir yerinizdə, bu da indi boğazdır dediyinə görə düyümlənib qalıbdır. Misal üçün deyirəm. Yəni irəli getdiyiniz zaman ehtimal üzərində. Bayaq demişdim ki, mən 3-cü variantı seçirəm. Yəni bu suallardan ötə 3-cü variantı seçirəm. 3-cü variantı seçdiyiniz zaman ehtimal irəli sürə bilərsiniz. Sonra gəlir müqayisəli silmə. Yəni burada deməli müqayisə olunan şey kənarda buraxılır. Məsələn, o pis şagirddir, o yaxşı müəllimdir, o pis dostdur. Onlar daha yaxşı eləyirlər, daha uğurlu olmaq istəyirəm, daha çox maaş istəyirəm. Yəni daha çox maaşı, məsələn, bizim zehnimiz necə qəbul etsin? Yəni daha çox maaş nə deməkdir? Sual verirəm, kimə görə daha çox? Məsələn, yaxşı müəllimdir, kimə görə yaxşı müəllimdir? Yəni məsələn, pis dostdur, kimə görə pis dostdur? Yəni bu sualı verdiyiniz zaman, yəni müqayisə, yəni nəyə görədir, onu ortalığa çıxarırsınız. Çünki müqayisə subyekti ya da obyekti itirilibdir burada. Deməli, daha sonra gəlir qeyri-müəyyən referent indeksi. Məsələn, bu heç kimi narahat eləmir. Klient məsələn deyə bilər ki, məsələn mənim durumum heç kimi narahat eləmir. Məsələn, sual verə bilərik ki, məsələn, hardan bilirsən? Sən deyir, bilirəm də. Deyirəm, tamam, o zaman siz indi məsələn psixoloq yanına gəlmişsiniz. İndi sizcə psixoloqu da sizin durumunuz narahat eləmirmi? Misal üçün deyirəm. Əlbəttə belə deməyə də bilərsiniz. Yəni tam olaraq kim, nə, məsələn hardan bilirsən tipli suallar fərqindəliyini artırır. Bu fikri əsla qəbul etməyəcəklər. Məsələn, ola bilər də, məsələn, hər hansı bir problem yaşamış şəxs, məsələn, o problemi heç ən yaxını, məsələn, ata-anası ilə də paylaşmır. Məsələn, sual verirəm ki, misal üçün, məsələn, bunu məsələn, ən yaxınlarına demisənmi? Məsələn, deyək ki, bir anlamı yoxdur, onsuz da başa düşməyəcəklər. Deyirəm ki, məsələn, hardan bilirsən? Deyir, bilirəm. Əslində bilmir. Nəyə görə? Çünki bunu bilə bilməsi üçün öncə deməsi lazım. O zaman demək, mən ehtimal irəli sürə bilirəm ki, yəni dediyin hal və onların başa düşmədiyi an olubmu? Misal üçün. Və bu şəkildə gedə bilərsiniz. Daha sonra gəlir qeyri-müəyyən feil, o mənim xətrimə dəyib. Evliliyimdə problemlərə səbəb olur. Deyir, məsələn, deyək ki, ərim ya da arvadım. Çalışmalarımda problemlərimə səbəb olur. Sonra verdiyim məlumat yanlışdır. Yəni tam olaraq necə xətrinə dəyib? Siz o prosesi ortalığa çıxarmalısınız. Yəni biz o prosesi ortalığa çıxarmalıyıq. Çünki burada feil qeyri-müəyyəndir. Xətrimə dəyib, səbəb olur. Necə səbəb olur? Yəni yanlışdır. Nə qədər yanlışdır? Yəni bunun bir nə qədərinin olması lazımdır. Yəni bu bizə ölçü meyarı verir ki, biz daha sonra prosesi davam etdirə bilək. Və 5-ci belə deyək də silmə ilə bağlı son meta model deməli nümunəsi itirilmiş performativdir. Məsələn, tənqid etmək pisdir. Məsələn, nəyi tənqid eləmək, kimi tənqid eləmək, məsələn, belə edilməsi lazımdır. Yəni kimə görə, məsələn, hardan bilirsən ki, belə eləmək lazımdır da, məsələn, hardan bilirsən ki, tənqid eləmək pisdir. Yəni kiməsə görə, nəyəsə görə bu dəyişə bilir. Yəni bu tip suallar verməklə biz klientin bir növ dəyərlər və inanc sistemini də sorğulamış oluruq. O özü cavab verdikcə bunun fərqinə varır və bəzən elə olur ki, prosesdə görürük də, yəni özü də deyir ki, məsələn, heç mən belə düşünməmişdim məsələni. İndi məsələn deyək ki, mən fərqli baxmağa artıq başlayıram, yanılmıramsa yavaş-yavaş. Bu şəkildə deyə bilər. Gəlirik sonra deməli ümumiləşdirməyə. Burada o bayaq dediyim 13 məsələsinin o 3 ya da 2 meta model sualından söhbət gedir. Burada ümumiləşdirmədir. Demək biz nə etməliyik? Həmin o fərdi modeli məhdudlaşdırmalıyıq. Çünki ümumiləşdiribdir, böyüdübdür.
informasiyanı və ona görə burada məsələn kvantifikator anlayışı istifadə olunur ya da kvantorlar. Yəni Latınca nə qədər deməkdir hərfən tərcüməsi. Yəni hər hansı bir deyimin, sözün, yəni konkret obyektlə, subyektlə bağlı olan sözün bütün o kateqoriyaya girən obyekt və subyektlərə aid olması. Məsələn, deyək ki, hansısa məsələn deyək ki, kişi hansısa qadına, mənim ən sevdiyim cümlələrdən biridir, çünki bizdə istifadə olunur. Məsələn, deyək ki, yanlış davranıbdır. Qadın, məsələn, deyək, ya da qız bütün kişilər haqqında deyir ki, bütün kişilər öküzdür. Ya da bütün kişilər odundur, misal üçün. Yəni, o zaman mən, məsələn, biraz bundan da kənara çıxıram. Deyirəm ki, yəni, sualı sualla böyüdə bilərsiniz. Gerçəkdənmi? Bütün kişilər. Deyir, bütün kişilər. Deyirəm, ailənizdə neçə nəfər var? Məsələn, deyir, 4 nəfər. Kimlərdir? Deyir, atam, qardaşım, mən deyirəm, atan, qardaşım da mı, məsələn, deyək ki, bu kateqoriyaya daxil olur. Yəni, öküzdür. Çünki onlar da kişidir. Orada deyir, yox, onu nəzərdə tutmurdum. Amma elə klient ola bilər, deyər, elə onları da nəzərdə tuturam. Yəni, bu deyimə görə artıq sizin adapta olub, ona görə yeni sual ya da yeni ehtimallar üzərində işləmənizi gərəkdir. Bu ayrı bir mövzudur, əlbəttə ki. Məsələn, müəllim heç vaxt mənə dinləmir. Məsələn, tələbələrin ən çox istifadə elədiyi cümlələrdən biri də ona görə qoymuşam. Mən hər zaman depressiyadayım. Yəni, məsələn, bu cümləni deyən adama mən deyə bilərəm ki, məsələn, heç ümumiyyətlə duş qəbul eləyirsinizmi? Ya da məsələn, tualetə gedirsinizmi? Deyir, hə, deyirəm, tualetdə də mi depressiyadasınız? Misal üçün. İzah eləyə bilirəm. Yəni, məsələ ondadır ki, bizə lazımdır ki, o görüşü darlaşdıraq. Çünki o ümumiləşdirib. Yəni, mahiyyəti yəqin başa düşdünüz. Daha hamısını oxumuram burada cümlələri. Deməli, heç kimsə vəziyyəti tam anlamır deyə bilər. Məsələn, heç kim vəziyyəti tam anlamır. O zaman mən deyirəm ki, əgər baş verirsə belə, deyirəm ki, əgər doğru anladımsa, demək, indiki məqamda mən də sizi, deməli, vəziyyətinizi doğru anlamıram. Yox, nə deyirsiniz? Yox, sizi nəzərdə tutmuram, siz psixoloqsuz, siz yəqin anlayırsınız. Baxın, artıq çərçivəni neynədik? Xırdaladıq. Deməli, daha sonra gəlir modal operatorlar. Bu iki cürdür. Biri zərurətdir, digərində ehtimaldır. Yəni, ya da mümkünlük də deyirlər. Məsələn, burada malı məli işlədir. Məsələn, mən bu tapşırığı axşama bitirməliyəm. Məsələn, mən filan kəslə görüşə mütləq getməliyəm. Məsələn, sual verirsiniz ki, məsələn, axşama bitirməsən nə olacaq? Məsələn, görüşməsən nə olacaq? Məsələn, klient bir dəfə mənə demişdi ki, mən bunu anama deyə bilmərəm. Dedim, anana desən nə olacaq? Yəni, biz onu sonuna götürürük prosesin, izah edəyəm və o bu suala cavab versin. O suala cavab verdiyi nöqtədə artıq müəyyən bir dəyişiklik kəsinliklə baş verəcəkdir. Bundan əmin ola bilərsiniz. Ehtimal. Məsələn, bu imtahandan keçə bilməyəcəyəm. Düzdür, bəzən tələbələr bu şəkildə ağlayırlar, amma daha da sürətlə keçirlər imtahandan. Amma hər kəsə əlbəttə yaramır da, indi onu da deyək. Məsələn, bu imtahandan keçə bilməyəcəm. Sabahları bir türlü günə başlaya bilmirəm. Yəni, məsələn, bu keçə bilməyəcəyiz, məsələn, düşüncəsinə səbəb olan konkret nədir? Məsələn, ya da imtahandan keçməməklə bağlı sizin qarşınızı, yəni keçməklə bağlı sizin qarşınıza alan nədir? Yəni, günə başlaya bilmirəm deyir, məsələn. Ona doğrunu söyləyə bilmərəm, söyləsən nə olacaq? Məsələn, bir türlü günə başlaya bilmirəm. Yəni, başlamasan nə olacaq? Deyək ki, yatıb qalmışsan. Misal üçün. 3. Yəni, bu modal operatorlar bir yerdə də götürülə bilir. O zaman 12 metamodel olur. Bunlar ayrı-ayrı götürüldükdə, yəni ehtimal və zərurət 13 olmuş olur. Və gəlirik sonuncu təhrif etməyə. Deməli, burada da nə etməliyik? Semantik, yəni anlamı yenidən bərpa eləməli. Yəni, semantik qeyri-tərtiblilik məsələsinə gəlib çıxır. Burada da yenə 5-dir. Birincisi, nominalizasiya dediyimiz isimləşdirmədir. Məsələn, belə bir cümlə qura bilir ki, məsələn, burada ünsiyyət imkansızdır. Ya da deyə bilər ki, məsələn, deyək ki, yüküm ağırdır. Misal üçün. Deyək ki, indi nominalizasiya olduğunu hardan bilə bilərsiniz? Yəni, çox sadə. Yəni, əgər işlədilən kəlməni siz maşının, deməli, bagaj nahiyəsinə qoya bilirsinizsə, orada isimləşdirmədən söhbət getmir. Əgər qoya bilmirsinizsə, isimləşdirmədən söhbət getmir. Məsələn, ünsiyyəti siz ya da mən bagajın arxasına qoya bilərik? Yox. Yəni, mücərrətləşdirilib burada.
İzah eləyə bildim? Yəni söz. Burada nə etməliyik? Deməli, bu ünsiyyət sözünü deməli xəbərə çevirməliyik. Yəni prosesə dönüşdürməliyik. Çünki burada abstrakt bir anlayış olaraq mübtəda kimin, yəni bir sabit söz kimi qarşımıza çıxır. Yəni doğru anladımsa biri ilə məsələn danışmaq sizin üçün məsələn deyək ki, mən ünsiyyəti danışmağa çevirdim. Fikir verin. Və bu şəkildə. Ya da əlbəttə burada yazılan cümlələri deyə bilərsiniz. Yenə deyirəm, mən təcrübədən yola çıxaraq daha fərqli cümlə qurmuş ola bilərəm. Amma ilk başlayanlar üçün buradakı suallar üzərindən getmək daha məqsədə uyğundur. Yəni tam olaraq məsələn necə, kimlə məsələn ünsiyyət imkansızdır, məsələn nəyə münasibətdə imkansızdır tipli suallar verə bilərsiniz. Daha sonra geçsək fikir oxumaq. Yəni bu ümumiyyətlə bizdə geniş yayılır. Deməli, siz ancaq mənə görürsünüz. Məsələn, tələbə bir də görürsünüz, mənə deyir ki, siz ancaq mənə görürsünüz. Deyirəm, məsələn, digər tərəfdəki tələbəni görmədiyimi hardan bilirsən? Yəni, bu sual artıq məsələni bitirmiş olur. Məsələn, mən sizin xoşunuza gəlmirəm. Məsələn, hardan bilirsən? Danışmağa başlasam, insanlar məni tənqid edəcəklər. Yəni, bunun bir əsasının olması lazımdır. Ya da məni sevmir. Məsələn, hardan bilirsən? Yəni, sanki öncədən, yəni telepat kimi, belə deyək də, sənin ona qarşı olan münasibətini intuitiv olaraq bilir və sənə bunu demiş olur. Əlbəttə ki, bunlar hamısı əksəriyyətən azından manipulativ cümlələrdir. Amma yenə də buna qarşı qoymağı öyrənmək lazımdır. Sonra gəlir səbəb nəticə, yəni A, B-dən böyükdür, misal üçün. Yəni onu törədir, belə deyək. Məsələn, siz məni əsəbləşməyə məcbur edirsiniz. Yəni, məsələn, mən sizi tam olaraq, məsələn, deyək, əsəbləşməyə hansı şəkildə məcbur edirəm sualını verə bilərəm. Yəni, məsələn, deyək ki, mən olmadan siz heç əsəbləşməmisiniz. Məsələn, sualını verə bilərəm. İzah eləyə bilərəm. Əlbəttə ki, insan həyatında bir ya iki dəfə ən azından əsəbləşmiş olur və bu suala cavab artıq onu düşünməyə vadar edir. Məsələn, tələbənin baxma şəkli məni dəli edir ya da şagirdin, bəzi müəllimlər deyir. Məsələn, qarşı tərəfin bir insana baxma şəkli, məsələn, tam olaraq buna necə səbəb ola bilər? Ki, əslində biz bunu metroda, avtobusda yaşayırıq. Yəni, iki baxış qarşı-qarşıya gələndə bu sanki davaya çevrilmə moduna da dönüşmüş ola bilir. Bizə lazımdır ki, belə deyək də, doğru sual verməklə bu prosesin qarşısını alaq. Sonra gəlir, deməli, mürəkkəb ekvivalentlik A, B-yə bərabərdir. Bayaq bununla bağlı misal demişdim. Bayaqki cümləni davam elətdirəm. Siz ancaq məni danışan görürsünüz. Deməli, məni həzm edə bilmirsiniz. Baxın, deməli, danışan görüb bunu qeyd eləməsini tələbə müəllimin eyni zamanda bağlayır ona ki, məndən xoşunuz gəlmir, mənə həzm eləyə bilmirsiniz. Ya da buraxılış imtahandan az bal yığıb, deməli il boyu oxumayıb. O qədər il boyu çalışan, özdə məsuliyyətlə çalışıb, sonra gedib deyək ki, müəyyən həyəcan, təşvişlə bağlı, məsələn, imtahanda sualların yerini, cavabların yerini dəyişərək az bal toplamış abituriyentlərə rast gəlmişik. Bu o demək deyil ki, onlar il boyu oxumayıblar. Amma biz onu nəyə bağlayırıq? Yəni, oxumağı balın nəticəsinə bağlayırıq. Yəni, yüksək bal toplayırsa, deyirik ki, bu əla oxuyub. Aşağı bal toplayırsa, biz deyirik, deməli, oxumayıbdır. Misal. Ya da yazdığı e-mail o qədər qısa idi ki, mənə əsəbləşmiş olmalı. Mənə heç gül gətirmir, məni sevmir. Bayaq dedim. Məsələn, burada mənim ən sevdiyim sual var. Məsələn, sən sevdiyin hər kəsə gül alırsan. Yəni, bu çox bəsit sualdır əslində. Məsələn, hər sevdiyin insana gül alırsan. Belə baxır, deyir, yox, atamı sevirəm, atama gül almıram. Əlbəttə ki, bu klient qadındırsa, deyəcək qadın kişiyə gül alması ki, izah eləyə bilirəm. Düzdür, bununla da bağlı artıq indi yeni tartışmalar başlayıb. İndi bu mövzuya değinmək istəmirəm, çünki uzun məsələdir. Gəlirik son metamodel sualına. Bu da presuppozisiya olaraq keçir ya da ehtimal fərziyə. Yəni, əlbəttə ki, deməli,
ən sevdiyim metamodel suallarından biridir. Ümumiyyətlə bilirsiniz də bizdə belədir. Məsələn, tövsiyə eləməyi, sonra məsləhət verməyi sevən insanları, amma almağı sevmir və özümüz verməyi sevirik. Bunu yəqin ki, siz də qəbul edirsiniz. Burada hökmü anlamaq üçün aydın şəkildə tələbə olunan nədənsə söhbət gedir. Məsələn, tələbə düşünür ki, müəllim bilsəydi ki, mənim nə qədər hazırlığım var, evə tapşırıq verməzdi. Məsələn, deyək ki, bir abituriyent belə bir cümlə qurur, misal üçün. Məsələn, hardan bilirsən ki, məsələn, müəllim bunu bilmir? Məsələn, müəllim istərsəniz o prosesi özü də keçib, bu bir. İkincisi, bilir ki, onsuz da imtahan verən abituriyent bir neçə fəndən hazırlığa gedir. Blok fənlər var və s. var. Ya da bir başqa, məsələn, nə zaman maraq göstərməyə başlayacaqsan. Məsələn, maraq göstərməyə başlamadığını hardan çıxarırsan? Sən hardan bilirsən? Bəlkə artıq başlayıbdır. Yəni, bax, bu tip suallar, ümumiyyətlə, ən sevdiyim cümlələrdən biri budur. Əynivi qalın tut, yağış yağacaq. Yəni, eşitmişsiniz də, Allah bütün analara can sağlığı versin, ölənlərə rəhmət eləsin. Ən çox mamaların istifadə elədiyi cümlədir. Yəni, deyirsən ki, məsələn, hardan bilirsən? Mən bilirəm, çünki mən mamayam. Yəni, belə bir cümlə qurulur, əgər ailə məişət ortamından götürsək və çox zaman da haqlı çıxırlar. İşte bu da inanc formalaşmasına gətirib çıxarır. Bu da ayrı bir məsələ. İndi son olaraq gözləməli olduğumuz qaydalarla bağlı da bir-iki şey deyim. Ondan sonra kimin sualı olsa verər. Birinci qisim qaydalara nə daxildir? Öncəliklə həm söhbətin, kliyentin ya da xəstənin, pasiyentin, indi müxtəlif sürü işarələrdə nə dediyinə qulaq verməmiz lazım. Yəni, can qəlbdən dinləmək önəmlidir. Amma mən arada sual verməyin də tərəfdarıyam. Yəni, yeri gələrsə, onu da xüsusilə qeyd edeyim. Yəni, sadəcə sus-pus oturub dinləməyin tərəfdarı da deyiləm. Deməli, onun sözlərini fikrən təkrar edirsiniz. Yəni, ilk başlayanlar üçün əlbəttə ki, çətin olmaması adına önəmli cümlələr hansı ki, sizdə sual doğurub, onu qeyd eləmək mümkündür. Düzdür, Freud bu qeydlə bağlı qəti şəkildə onun etirazı var. O deyirdi ki, mən qeyd eləmirəm. Bunun da səbəbi var idi. Öz nəzəriyyəsinə söykənirdi. İndi o ayrı bir mövzudur. Üçüncüsü, özünüzdən soruşun. Yəni, psixoloq özündən soruşur ki, bu mühakimələrdə nə çatışmır? Bax, bu sual sizə ehtimal etmək üçün imkan verəcək. İkinci qaydalar dəsti, belə məhdudiyyəti nə doğurub və ya təşviq edir. Yəni, məsələn, deyək ki, silməklə bağlı, misal üçün, ya da təhriblə bağlı. Təfərrüatı hansı istiqamətdə axtarmaq lazımdır? Məhz nə məndə şübhə oyadır? İşlətdiyi cümlədə ya da cümlələrdə. Belə sual verməklə mən nəyə nail olacağam? Biz bildik indi nəyə nail olacaq. Yəni, dərin strukturu üzə çıxardıq. Yəni, təcrübəsini və təcrübədə gerçəkdən yaşadığını. Çünki sözdə ifadə etdiyi şəkli ilə bu təcrübəsini yansıtmaya bilər. Çünki təcrübə, Freud bu haqda yazıbdır. Təcrübə bilirsiniz ki, əsasən görüntü şəklində çox zaman özünü göstərir. Amma biz nə etməliyik? Bunu sözə dönüşdürməliyik. Yəni, təsviri sözə dönüşdürmək asan gələ bilər, amma çox da asan bir məsələ deyil. Deməli, və beşinci, sonuncu, başqa hansı suallar faydalı ola bilər? Sualını özümüzə veririk. Və əlbəttə ki, belə bir sizdən gəlmədən öncə deyim, deyə bilərsiniz ki, bəs müəllim, bu sualların bir çoxu çox sərtdir. Bu kliyentə məsələn mənfi təsir göstərməz. Mən həmişə cavab verirəm ki, təsir göstərəcəksə o zaman kliyent gedə bilər. Nəyə görə? Çünki biz həkimə müraciət edəndə həkim haramızsa basıb ağrıdanda biz durub getmirik. Biz bilirik ki, sağalmamız lazım və biz dözürük. Ona görə də həkim ağrıya baxmadan, yəni bizim sağlamlığımız üçün əlindən gələni edir. Allah həkimlərimizə can sağlığı versin. Savadlı həkimlərimizə əlbəttə ki. Deməli, Allah mən can sağlığı versin. Burada siz yumşalda bilərsiniz cümlələri. Yumşalda bilərsiniz. Mən hər şeyi, hər tərəfli anlamağı çox istəyirəm. Ona görə də, baxın, öncə bir giriş elədik.
haqqında belə deyəndə, məsələn, bu məsələ ilə, məsələn, gül almır, sizi sevmir cümləsini dediyiniz zaman, məsələn, siz konkret olaraq nəyi nəzərdə tutursunuz? İndi mən konkret bir cümlə üzərindən getdim ki, siz də sonra bunu şablon kimi istifadə edə bilərsiniz. Sadəcə mənə maraqlıdır. Məsələn, nə üçün gül almamaq, məsələn, sevməməyi bildirir? Yəni, misal üçün də deyək ki, gül almır, amma məsələn, restorana aparır, səyahətə aparır, maşın alır, onu alır, bunu alır, amma bir dənə gülü almır. Məsələn, bütün digərlərinin onda belə çıxır ki, anlamı yoxdur. İndi mən biraz geniş danışdım. Sonra çox maraqlı qeyddir. Necə yəni? Deməli, həmişə belə olur. Yəni, misal üçün, orada cümlə var idi. Məsələn, mən bunu desəm, məsələn, bu heç kimi narahat eləmir. Yəni, həmişə belə olur. Məsələn, sualını verə bilərsiniz. Ya da siz təsəvvür edə bilməzdinizmi ki, ən azından bir anlıq, əgər belə olsa, nə baş verər? Misal üçün. Yəni, bax, bu şəkildə və buna bənzər cümlələr qurmaqla, əziz webinar iştirakçıları, siz klientlə, pasiyentlə, xəstə ilə, danışanla çox rahat şəkildə ünsiyyət qura bilərsiniz. Yəni, ən çox verilən sualı özüm verib cavablandırmağa çalışacağam. Sualım yoxdur, neyniyim? Yəni, ilk görüşdür, nə edə bilərəm? Yəni, əslində cavab vermişdim. Öncə dinləyəcəksiniz. Daha sonra, əgər sualınız yoxdursa, əziz webinar iştirakçıları, çox sadə bir texnika var, istifadə edilən və tövsiyə olunan. Mən təlimlərdə bunu deyirəm. Çox sadədir əslində, bəlkə də bilirsiniz. Deməli, klientin işlətdiyi cümləni suala dönüşdürürsünüz. Yəni, məsələn, deyir ki, məsələn, bu heç kəsi narahat eləmir. Gerçəkdənmi? Heç kəsinmi? Baxın, sadəcə sualın, yəni cümlənin özünü belə suala dönüşdürə bilərsiniz, ya da mənim indi işlətdiyim sualları verməklə yenidən eyni cümləyə baxış bucağını bir daha gözdən keçirməsinə şərait yarada bilərsiniz. Və mənim deyəcəklərim bu qədər. Əziz webinar iştirakçıları, mən belə fikirləşirəm ki, mən sahada reglamentə uya bildim. 45 dəqiqə 1 saat arası deyilmişdi və ümid edirəm bu qısa müddətdə yetəri qədər informasiya da verə bildim. Əlbəttə ki, belə deyək də, təlimlərdə bunlar daha çox deməli praktik bacarıqlar şəklində, yəni işlərilir, vərdişlərə dönüşdürülür. Bu anlamda, yəni kimin sualı varsa verə bilər. Təşəkkür edirəm Məhərrəm müəllim. Mən də düşünürəm ki, olduqca faydalıdır. Çünki webinar iştirakçılarının əksəriyyəti həm psixologiya tələbələridirlər, gələcəkdə mütəxəssis olacaqlar. Eyni zamanda praktika edən psixoloqlarımız da var qrupda və siz danışdıqlarınızın içərisində peşəkarlıq üçün, peşə keyfiyyətləri üçün çox vacib məqamlar var idi. Mən sizi dinlədikcə koqnitiv davranış terapiyası gözümün qarşısında canlanırdı. Orada təfəkkür çarpıntıları ilə əlaqəli məqamlar. Sadəcə siz bir metamodelin ilə təsvir edirdiniz orada. Ola bilsin ki, NLP-də, koqnitiv davranış terapiyasında psixanalizin özü belə suggestiv bir istiqamətə daxil olduğundan bir-birlərinə çox oxşayırlar. Eyni zamanda terapiya metodları hamısı sanki bir filin başqa-başqa tərəfləri kimi də biz təsvir edə bilərik. Eyni məsələdə fərqli rakurslardan danışırıq. Mən çox istərdim iştirakçıların hər hansı bir sualları varsa, öz кейslərində rastlaşdığı, əgər psixoloqlardırlarsa, çətinliklər varsa, Məhərrəm müəllim buradaykən, əlinizin altındaykən o suallarınızı, çətinliklərinizi burada adlar çəkmədən təbii ki, səsləndirə bilərsiniz. Təşəkkür edirəm Kamil müəllim, yəni xoş deməli sözlər üçün. Əlbəttə ki, əlaqəlidir hamısı bir-biri ilə. Bunlar çox önəmlidir. Mən də ümid edirəm ki, yəni reqlament çərçivəsində ən azından nəsə tövbə verə bildim dəyərli iştirakçılarımız. Əlbəttə bu sadəcə psixoloqlar üçün gərəkli deyil. Bu istənilən, yəni ünsiyyət prosesində ümumiyyətlə gözləyə biləcəyimiz modellərdir və gözləyə bilsək, əlbəttə bu modelləri uygulaya bilsək, elə insanlar arasında münasibətlər də xoş keçər.
və heç belə sadə dillə desək davadalaş da düşməz əslində. Yəni hər kəs də bir-birini başa düşər, amma bilirik ki, bəzən konflikt qaçınılmaz ola bilər. Buyurun. Yəni deyəsən əl qaldıran var. Zəhra xanım əlini qaldırıb. Bəli. Zəhra xanım buyurun. Salam. Salam. Xoş gəldiniz. Öncelikle teşekkür ederiz webinar için. Mən təşəkkür edirəm. Mən psixoloq deyiləm əslində. Müəllim yəni müəllim işləmiş biri olaraq sual verəcəm. Tamam. Bu suallar məsələn elə situasiyaya düşürük ki, bəzən biz özümüzdə məsələn bəzi şeyləri tapa bilmirik. Məsələn o sualları özümüzə verərək bəzi şeyləri müəyyən edə bilərik. Məsələn orada birinci dediyim məsəl üçün qorxuram. Məsəl üçün qorxduğumuzu bilirik, amma tam səbəbinin harda olduğunu çözə bilmirik də bəzən. Məsələn o Aynen. xırda sualları özümüzə verərək onların mənbəyinə gedib çata bilərikmi? Bu Zəhra xanım çox çətin sual oldu. Niyə görə çətin sual oldu? Çünki konkret psixoloq sual verəndə o qarşı tərəfdən müəyyən cavab gəlir. İndi insan özünü əlbəttə ki, bu sualları fərqindəlik üçün verə bilər. Sadəcə olaraq yenə deyirəm. Mən indi burada çox detallı izah eləmədim. O vaxtı bir dəfə bir forumda izah eləmişdim. Bu modellər əslində yəni mənim təsbitimə görə və mən bunu qeyd eləmişəm, Freuddən gəlir əslində. Məsələn, heç bunu NLP-çilər də bilmir. İndi Kamil müəllim buradadır. Yəni NLP-çilər də bilmir. Bu Freudun nəzəriyyəsinə söykənir. Məsələ ondadır ki, insanın özünün yəni buna çatması ola da bilər, olmaya da bilər. Nəyə görə? İndi sadə bir örnəkdən deyim, başa düşün. Deyək ki, siz hər hansı bir röyanı görürsünüz. Və röyanı səhər durduğunuz zaman, məsələn, birinə danışırsınız ya da bizdə deyirlər, suya danış, başqasına danışma. Yəni ya da qeyd eləyirsiniz. Məsələn, deyək ki, danışdınız. İndi o röyadan siz yola çıxıb, məsələn, deyək ki, röyanızı yorumlaya bilirsinizmi? Yox. Çox zaman yorumlaya bilmirik. Bu zaman nə devrəyə girir? Yəni röya yozumlama sənəti devrəyə girir. Yəni bunun Freudun nəzəriyyəsi var, Jung'un var, nə bilim bizim bildiyimiz başqa deyək ki, röya yozumu nümunələri var və s. və s. İndi bu da belədir. Çünki məsələ ondadır ki, sizin nədən qorxduğunuzun kökünə gedib çıxmaq lazımdır. Yəni bu çox önəmli məsələdir. Yəni bu belə deyək də, əlbəttə ki, heç bunu bilmədən qorxunuzu yenə bilərsinizmi sualına cavab versək, qorxunuz varsa. Bu mümkündür müəyyən qədər. Lakin əlbəttə kökünə enmək üçün doğru sualları verməmiz lazım. Ola bilər ki, sizin elə şuursuzluğunuzun dərin qatına oturubdur ki, bu sadə belə suallarla onu ortalığa çıxarmaq çətin olacaq. İşte bunun üçün peşəkarla çalışmaq daha məqsəd uyğun olar. Bəli, Çünki psixoloq yardım olsa daha yaxşı olar. Əlbəttə. Niyə görə? Çünki o azad bayaq dediyi assosiasiya ya da azad müdaxilə ya da məsələn yönləndirici sualları daha doğru şəkildə verərək ola bilsin bəlkə də işlətdiyiniz hər hansı bir sözdə yanılma ola bilər ki, ondan psixoloq yola çıxaraq sizə doğru sual versin. Məsələn, siz o yanılmanı nəzərdən qaçıra bilərsiniz. Və o sual əsasında bəli, önəmli bir yerə qədər gedib çatılsın. Və s. və axır. Yəni bu çox çətin sual oldu həqiqətən. Yəni bunu mən danışsam burada yekunlaşdıra bilməyəcəyik. Ona görə sadəcə demək istədiyim odur ki, həm mümkündür, həm də mümkün deyil. Yəni siz yenə də denəməyə çalışın. Alınarsa nə gözəl, alınmazsa yenə də bax elə psixoloqlarımız bu fəaliyyətlə məşğul olur. Uyğun gördüyünüz psixoloqa müraciət edə bilərsiniz. Onlar sizə yardım, əlbəttə ki, əlini kəsinliklə uzadacaq deyə düşünürəm. Oldu. Təşəkkür edirik mən. Buyurun. Burada bir sual yazılıb Məhrəm müəllim, mən oxuyum, sonra Məryəmə söz verərik. Olarmı Məryəm? Tamam. Deməli, səsləndirə bilmirəm, ifadə edə bilmirəm səsli şəkildə yazacağam. Xəstə bir insana, gəlin belə eləyək də, bunu biz klient kimi götürək, psixoloq xəstələrlə işləmirik, klientlə işləyir. Klientdə öz xəstəliyi barədə məlumat verilərkən ağır və ya yüngül olmasından asılı olmayaraq qarşı tərəfin psixologiyası xəstəliyə təsir edirmi? Edirsə dəstək üçün nə edə bilərik? Psixoloji təsirin qarşısını necə ala bilərik? Yəni sual biraz qəliz oldu. Yəni
belə başa düşdüm ki, ümumiyyətlə birinci sual odur ki, ümumiyyətlə deyilməlidir. Yəni oradan belə başa düşdüm ki, deyilir. Sadəcə olaraq deyilərkən düzdür, bu tam bizlə mövzu ilə bağlı deyil, amma yenə də mən cavablandırmağa çalışacağam. Yəni qarşı tərəfin o xəstəliyə münasibəti təsir göstərə bilərmi? Xəstəliyin daha da ilerləməsinə yox. Doğru mu anladım? Yəni doğru anladımsa bir qeyd yazsın, ona görə cavablandırım. Qarşı tərəfin psixologiyası xəstəliyə təsir edirmi? Bu yəqin psixika ilə somatik xəstəliyin bir-biri ilə əlaqəsi barədə bir sualdır ki, bu bəzi xəstəliklər psixoloji mənşəli olur, bəziləri endogen mənşəli, yəqin o ilə bağlı bir sualdır. Bu biraz başqa, sizin dediyiniz şəkildə biraz başqa anlam çıxarmış oluram. O belə deyək də, elə bir bəli, nəzəri yanaşma, hətta yanaşmalar var. Yəni düşüncənin biz bilirik ki, ümumiyyətlə fiziklərdə sübut ediblər ki, yəni maddiləşir, yəni materiyalaşır. Yəni lakin biz onu da qəbul edirik ki, hər bir insanın özünün xəstəliyi haqqında məlumatlı olması önəmli məqamlardan biridir. Yəni insan bilməlidir ki, o xəstədir. Çünki xəstəlikdən sağalma prosesi xəstəlik haqqında məlumatlı olması, qəbullanması və ondan sonraki proseslə başlayır. Çünki belə deyək də, siz bilmirsiniz ki, məsələn, xəstəsiz, misal götürəlim, məsələn, allergiya var kimdəsə. Bilmir, elə hər şeyi yeyir. O zaman sizcə nə baş verəcək? Amma bilirsə, bunun məsuliyyətindən yola çıxır və müəyyən diyet hesablayır da, misal üçün görək. Yəni ona görə əlbəttə ki, təsiri vardır deyə düşünürəm. Sadəcə olaraq yenə deyirəm, insan tipləri var. Əlbəttə ki, epileptoidlə, yəni emotiv tipə eyni cür təsir göstərəcəkmi? Siz ona desəz ki, məsələn, xəstəsən, eyni cür təsir göstərməyəcək. Yəni, indi gəlin açığı danışaq da. Yəni, emotiv tiplə epileptoid tip ya da nə bilim, başqası olsun, depressiv tip olsun. Yəni, onlara dediyiniz zaman bu təsir fərqli ola bilər. Əlbəttə ki, onsuz da elə bayaq kognitiv davranışçı terapiyada misal çəkdik. Deməli, hörmətli moderatorumuz. Yəni, məsələ ondadır ki, zaten klientin düşüncələri, yəni inancları ilə işləmək önəmli mərhələlərdən biridir. Zaten bu da nəzərdə tutulub. Ona görə hər nə olmasından asılı olmayaraq biz həmin o inanclara müraciət eləməliyik. O inancları öncə üzə çıxarmalıyıq. Biz ona məhdudlaşdırıcı inanclar deyirik də. Və o inanclar üzərində işləməliyik və onların dəyişikliyinə gətirib çıxarmalıyıq. Çünki şəxsən mənim subyektiv fikrimcə inanc dəyişimi baş vermədən problemi aradan qaldırmaq real deyil, açıq danışaq. Yəni mən öz təcrübəmdə bunun şahid olmuşam. Yəni mən inanclarla işləyirəm ilk növbədə. Yəni öncə inancları dəyişdirmək lazımdır. Məhdudlaşdırıcı inanclar. Əlbəttə yaxşı, əla inancları deyil. Yəni qüvvətləndirici inancları deyil. Buyurun. Məryəm xanım əlini qaldırmışdı. Buyursun Məryəm xanım. Öncəliklə hər birinizin axşamı xeyirli olsun. Mən təşəkkür edirəm bu cür gözəl təlim üçün. Mənim sualım biri кейslə bağlıdır, biri də belə ümumi olaraq sualdır. Ümumi sualım ondan ibarətdir ki, biz bilirik ki, travmalardan danışırıq və bunun köklərinə enmək bir o qədər də asan məsələ deyil. Sizin bu mövzuda tövsiyələriniz nələr olardı? Hansı terapiya növü ilə biz daha rahatlıqla travmaları üzə çıxarda bilərik və yaxud da hansı insan tipinə hansı terapiyanın uyğun olduğunu necə müəyyən edə bilərik? Bu sonuncu 12-dən oldu. Yəni o yəni elə bir kitab tapsaz mənə də tövsiyə edərsiniz ki, hansı insana hansı terapiya daha uyğundur. Yəni o biraz mənim üçün belə aşırı bir sual oldu, amma yenə də cavablandırmağa çalışaram Məryəm xanım. Deməli, öncəliklə deməli günümüzdə açıq danışsaq, hətta bunu psixologiya deməli istər Amerikan dərsliklərində, istər bizim kitablarda görəcəyik ki, ən çox terapiyada deməli tövsiyə olunan yəni belə deyək də hakimli dərgilərdə çap olunma sayına görə kognitiv davranışçı terapiya götürülür. Yəni real danışsaq. Çünki CBT ilə bağlı, yəni Aaron Beck olsun ya da digərlər olsun, bir xeyli sayda məqalə çap edirlər. Ona görə bu qəbul olur ki, yəni onun bir nəticəsi var. Yəni 85%, 90% hallarda sağalma var. Və hətta açıb əgər məsələn Rod Plotnikin kitabı ya da nə bilim Atkinsonun kitabına belə baxsaz, orada
deyək ki də pozuntuların hamısının aşağısında göstərilir ki, yanaşı CBT. Misal üçün deyirəm. İndi mən oxuduğum kitablar üzərindən gedirəm. Mən neurolingvistik proqramlaşdırma texnikaları uyğulayıram. Mən psixoanaliz istifadə edirəm. Mən gestalt terapiyanın deməli texnikalarından istifadə edirəm. Yəni ona görə o insana ki dediniz hansı uyğundur. Mən insana adapte olmağa çalışıram. Hansını daha uyğun görürəmsə, ya sintez edirəm, işləyirəm, özümdən deyəcəyəm də. Yəni bu elə bir ki cavab olmuş olacaq öz təcrübəmdən. Sintez edirəm. Yəni sadəcə məsələn deyək ki, röya yozum üzərindən getməyə bilərəm. Yəni eyni zamanda yanılmanı təhlil edə bilərəm misal üçün ki, mən də yanılıram bu arada. Hələ bu gün də yanılıram. Yəni bu gün dərkən indini demirəm də. Yəni ümumən yanılıram. Yəni ondan sonra deməli yerinə görə istifadə edirəm. Bu anlamda sadəcə olaraq neurolingvistik proqramlaşdırma texnikalarının fərqi nədir? Bir də onu izah edəcəyəm. Deməli, fərqi ondadır ki, bu texnikaların əksəriyyətini tətbiq elədiyiniz zaman ki, unutmamaq lazımdır, 3 cür yol vardır. Ya simptomla işləməlisiniz, ya kökünə inməlisiniz, ya ikisini bir arada tutmalısınız. NLP texnikalarının bir çoxu əlbəttə ki, simptomlarla işləyir. Yalnız simptomla işləsə də yerini doldurur. Doldurduğu üçün geri qayıtma baş vermir çox zaman. Ona görə müsbət effekt verir. Əlbəttə bununla bağlı Azərbaycanda bir neçə məqalə yazıb, onların da əksəriyyətini mən yazmışam. Yəni indi özümü tərifləmək kimi olmasın, amma demiş olum. Yəni elmi əsaslarını göstərmək üçün. Yəni Jamesə söykənərək, Freudə söykənərək, hətta məsələn deyək ki, Allportun özünə söykənərək və başqalarına, başqa psixoloq alimlərə deməli simptomla kökə enmək dediniz çətindir. Bəli, çətindir. Burada əsas məsələ nədir? Psixi travmanın tərifinə baxmaq lazımdır. Baxın, bu bizə çox şeydən artıq məlumat verir. Psixi travmanın müasir tərifi bizə nə deyir? Yəni insanın nə yaşamasından daha çox yaşadığı şeyə münasibəti ön plana çıxır. Yəni demək olar ki, bütün müəlliflər bu nöqtədə vahid fikrə varıblar. Yəni iki uşaq düşünün, ikisinin də üstünə it sumur. Məsələn, birinin vecinə olmaya bilər, biri dəhşət qorxa bilər. Yəni bu münasibətdən asılı olaraq birində fobiya yaranacaq, birində yaranmayacaq. Yəni burada ümumiyyətlə problemə münasibət o travmanı gəlişdirir. Ona görə biz bunu biliriksə, bax bu münasibəti aşkara çıxarsaz, siz əlbəttə ki, kökə değinə biləcəksiniz və problemi də çözə biləcəksiniz. Yəni ipucu oradadır. Psixi travmanın tərifində, müasir tərifində. Məryəm xanım. Buyurun. Çox sağ olun. İkinci sualımı da olar verim. Aha, yenə var. 3 sual idi. Bir dənə. Tamam. Case diyor. Çox sağ olun Məhərrəm müəllim. Dəyərli fikirləriniz üçün. İkinci sual münasibətlərlə bağlıdır, qadın-kişi münasibətlərində. Belə bir məsələ var idi ki, müşahidələrimə əsasən gördüyüm bu idi ki, qadın tərəf qaçınqam tipli bağlanmada məruz qalmış bir insandır, belə demək uşaqlıqda və daha çox münasibəti bitirməyə meyilli bir insandır, hisslərindən əmin olmayan və daha çox belə deyim, münasibət anlayışı budur ki, qarşı tərəfi süründürüm. Yəni həddim, amma qarşı tərəfdə hiss yaradır. Mənə maraqlıdır ki, belə insanlarla necə işləmək olar və burada travma, hətta amma həmin xanımın həyatında belə deyək də sevgi münasibətləri olmuyor və ata-ana modeli də normaldır, yəni kişilərə nifrəti də yoxdur. Amma nədənsə o münasibətdə istəyir ki, qarşı tərəfi əzab verərək sevdirməyə çalışır. Buna biz narsistlik deyə bilərik, yoxsa nədən şübhələnə bilərik əlamət olaraq? Yəni öncəliklə sual yenə bir sualın içinə başqa bir sual daxil oldu, yəni mürəkkəb oldu. Mən belə tiplə əslində işləməmişəm, ona görə təcrübəmdən yola çıxaraq nəsə cavab verə bilməyəcəyəm. Ola bilər ki, məsələn deyək ki, burada bizim moderatorumuzun hansısa fikri olarsa, məsələn mən də dinləməyə hazıram. Lakin yenə deyirəm, burada çox yaxşı olar ki, yəni belə klientlə işləyəndə məsələn deyək ki, köçürməyə varılsın. Köçürməyə varılsın. Baxın, bu çox önəmli məsələdir. Mən sizə deyim.
Yəni mən bunu tələbələrə də izah eləyirəm adətən bu şəkildə. Niyə görə? Çünki köçürmənin baş verməsi, yəni burada da artıq bütün psixoanalitiklər demək olar ki, əlbəttə ki, indi müasir günümüzdə yenə psixoanaliz tənqidə məruz qalır. Köçürmə poligondur. Yəni köçürmə imkan verir ki, yanlış və doğru görünsün psixoloqa. Çünki əgər belə deyək də həmin qadın psixoloqa müraciət eləyibsə, eyni şəkildə bağlanma ilə eyni şəkildə bunu köçürmə eləyəcək kimin üzərinə? Köçürmə eləyəcək psixoloqun üzərinə. Baxın, psixoloqun üzərinə köçürmə elədiyi andan etibarən ki, Freud bunu çox önəmli sayır, əvvəl saymayıb, daha sonra o da bunun əhəmiyyətini görüb və inkişaf elətdirib. Yəni əks köçürmə demirəm, amma o deməli mənfi nəticələr verir. Yəni o anda psixoloq üçün, yəni proses gün üzünə çıxır. Yəni harda yanlışlar baş verir. Yəni burada artıq o sual ki, narsizmə girirmi, girmirmi? Ümumiyyətlə mənim bununla bağlı fikrim var da. Yəni hər bir insan biz bilirik ki, narsistdir özündə. Yəni elə bir insan ola bilməz ki, narsist olmasın. Yəni patoloji narsizmdən danışmırıq. Özdə Freud narsist sözünü işlədirdi. İndi haşiyə çıxım deyim. Normada isə narsisizmdir. Yəni amma Freud onu qısaldırdı. Yəni o anlayış. Burada əsas məsələ, yəni köçürmə üzərindən gedilə bilər. Daha dəqiq deməli prosesin mexanizmini üzə çıxarmaq üçün. Yəni necə baş verir bu proses? Yəni qadın onu sevən insanla tam olaraq necə davranır? Və bu davranış mexanizmi sıfırdan sona qədər, ya ayrılana qədər, ya bezdirənə qədər fərqi yoxdur da. Ortalığa çıxarıldıqdan sonra artıq orada bir şeylər etmək mümkündür. İzah eləyə bilirəm. Yəni o belə deyək də məşhur Anna hadisəsindən sonra, yəni belə deyək də Breyerlə yaşanan o Anna hadisəsindən sonra yəni gəldiyimiz nöqtə. Yəni mən belə düşünürəm. Yəni köçürmə mənə görə, yəni psixoanalitik mövqe digər terapiya üsullarına görə burada daha effektiv ola bilər. Hə, təhlükəlidirmi? Kəsinliklə. Çünki klient sizə aşiq olduğunu düşünəcək. Əlbəttə psixoloq kişidirsə, qadındırsa başqa cür köçürmə eləyəcək. Yəni lakin təhlükəli də olsa, yəni bütün mexanizm çılpaqlığı ilə dırnaq içində orada özünü göstərəcəkdir. Və orada artıq nəsə etmək mümkündür, izah eləyə bilirəm. Əlbəttə ki, klientə siz bunu deyəndə o qəbul eləyəcək, eləməyəcək, o ayrı bir mövzudur. O da belə deyək də qəliz məsələdir. Çünki adətən qəbul eləmirlər. Yəni qadınla başqa cür olacaq, kişi psixoloqla başqa cür. Bəs bunun üçün hansı vasitələrin istifadə eləmək olar? Yəni bunu daha detallı, düzgün şəkildə icra eləmək üçün. Yəni köçürmənin yəni psixoloqun qadın ya da kişi olmasının fərqi yoxdur. Proses eyni şəkildə işləyəcək. Yəni əlbəttə ki, əgər bilavasitə mənə sual verilirsə ki, bu necə olsa daha effektiv olar. Əlbəttə ki, bu ümumiyyətlə nəcib hisslərdə Freud belə yazır. Yəni nəcib seksual hisslər daha çox qadın klient kişi psixoloq arasında ya da əksinə özünü göstərir. Çünki ata məsələn deyək ki, kişidirsə, məsələn kişi psixoloq üzərinə ata modelini köçürə bilər, nə bilim dost falan bu şəkildə köçürə bilər. Əlbəttə orada pozitiv, negativ köçürmə var, nə bilim edipə qədər ki köçürmə, yəni köçürmə növləri fərqlidir. İndi bu haqda danışsaq, orada heç elə gəldik yenə də Kamil müəllim çatdıq onun yarısına. Mən nədən adı xanım nəniyə deyirdim ki, bəs bu 3 saat göstərilib, biz axı elə 1 saat nəzərdə tutmuşuq. Amma maşallah, Məryəm xanım, ona görə burada əsas məsələ prosesin necə davam etməlisidir. Amma lap belə keyfiyyətli istəyirsə, o zaman qadın psixoloq, kişi psixoloqa müraciət eləsə, o zaman necə öz sevdiyi ilə yaşayıbsa, eyni şəkildə yaşayacaq. Yalnız bir şərtlə. Əgər kişi psixoloq peşəkardırsa və köçürməyə nail olacaqsa, əgər nail olmayacaqsa, heç bir effekti olmayacaq. Yəni. Oldu müəllim, çox sağ olun. Buyurun. Mən burada 2 məqama icazə versinizsə qeyd edeyim. Əlbəttə, mən bayaq dedim zaten. Buyurun. Da vaxtınızı alır.
Deməli mən ikinci sualın eşidəndə mahiyyətində daha çox nə baş verdiyini bilmək istəyini görürdüm. Amma mənə görə psixoterapiya, psixoloji seanslar necə sualın üzərindən qurulur. Düzdür, orada xırda-xırda suallar verilə bilər bütövlüyü mənzərəsini anlamaqdan ötürü. Mənim üçün psixoloq bütün seansını necə sualın üzərindən aparmalıdır və məqsəd Bəli, doğru, razıyam. danışanımız kənardan həmin prosesi görməyi, onun görməyi önəmlidir. Onun aydınlığa Bəli, çıxması, çıxması vacib bir məsələdir. Yəni bizdə çox təəssürat yarar. Biz əgər deyiriksə ki, bu narsistlik ola bilər və yaxud digər yarlıqlar yapışdırsa, biz qabağa qaçırıq, klient qalır arxada və biz yönləndirici mövqedə olacağıq, onu dartıb aparacaq özümüzlə və yanlış istiqamətə gedə bilərik. Biz davamlı olaraq necə sualın üzərində olmaq? Biz heç nə bilmirik. Qarşımızdakı adam kainatdır, o bir kosmosdur. Hər şey baş verə bilər. Yəni mənim mentorumun Allah rəhmət etsin, Əlağa doktorun bir sözü var. Allah rəhmət etsin. Ona görə mən dedim ki, proses önəmlidir ki, eyni şəkildə getsin. Biz başqa bir adama heç vaxt toxuna bilmərik. Hətta insan öz anasına belə toxuna bilmir. Anaya ən yaxın olan obraza biz toxuna bilirik. Bu bir önəmli məsələdir. Bir də travmalarla bağlı məsələdə soruşuldu ki, ən müasir metodlar hansılardır? Mən müharibədən sonraki müharibə dövründə təbibdə bu psixoloji xidmətin qurulmasında iştirak etmişəm deyənə bəzi məsələlərdə məlumatım var. Ümumdünya Səhiyyə Təşkilatı bizim səhiyyə psixoloqları, təbibin psixoloqları üçün proqramlar hazırlayırdı və Amerika modelinin üzərindən. Bir də onda mən araşdırma eləyəndə məlumatlı oldum ki, ən yaxşı qəbul olunan, effektiv qəbul olunan metodlar biri kognitiv emal terapiyasıdır, kognitiv davranış terapiyası hesab olunur ikinci və MDR, göz hərəkətləri ilə duyarsızlaşdırma metodları daha qısa müddətdə protokolları ilə səmərəliliyini sübut edən metodlar kimi qəbul olunur. Kamil müəllim, elə məsələ də ondadır. Yəni mən ora girmədim çünki əslində belə deyək də NLP ümumiyyətlə münasibəti bildiyim üçün məsələ ondadır ki, MDR özü, yəni Shapiro tərəfindən yaradılanda o göz hərəkətləri, yəni elə NLP-dən gəlir. Yəni neurolingvistik proqramlaşdırmadan. Düzdür, fiziologiyada bu sahədə en sayda tədqiqat var. Yəni sağa, sola göz hərəkətləri, yəni onunla bağlı mən xeyli material toplamışdım bir ara, araşdırmışdım. NLP ilə məşğul olanda ilk vaxtlarda. Lakin o MDR texnikası həqiqətən, düzdür, indi biraz onu inkişaf elətdiriblər. Sadəcə göz hərəkətlərindən çıxıb da genişləyibdir. Yəni belə hərəkətlərə dönüşüb filan beş məkan. Yəni belə deyək də, yəni müəyyən nöqtələrə təmas etməklə, lakin başlayanda bəli göz hərəkətləri. Məsələn, məsələ də ondadır da. Orada əsas püf nöqtəsi nədir? Yəni insanın hissi yaşadığı nöqtədən başlayıb hissi yaşamadığı nöqtədə bitirirlər. Yəni insan bir daha o hissi yaşaya bilmir. Yəni o mənfi hissi. Onun püf nöqtəsi oradadır MDR. Mən sadəcə olaraq ona görə qeyd eləmədim ki, EFT olsun, MDR olsun. Bugün bəli, onların protokolları, Shapiro'nun çox böyük həcmdə kitabı var. Yəni orada o protokolları göstərir, hamısını göstərir ki, necə işləmək lazımdır. Əslində yəni çox güclü texnikadır. Biz onu istifadə eləmişik əslində. Təlimlərdə də nümayiş elətdiririk. Həqiqətən sınayanlar da deyirlər ki, bu həqiqətən təsir göstərir. Yəni indi bizdə biraz çox da geniş yayılmasa da, amma uyğulayıcılar çağırırlar, bizimkilər də öyrənirlər. Təşəkkür edirəm sizə. Dəstək üçün belə deyək. Kamil müəllim. 3 sual da siz narahat eləməyək. 3 sual da alaq və yekunlaşdıraq istəyirsiniz. Burada Ləman xanım yazır ki, Jung'un bu cümləsini necə başa düşmək olar? Başqalarının davranışlarında bizi narahat edən hər bir şey özümüzü daha yaxşı tanımağımıza kömək edir. İndi bu zaman öz inkişafında özünü necə tərbiyələndirir? İnsan bu zaman öz inkişafında özünü necə tərbiyələndirməlidir? Bu cümlənin açıqlaması çox sadədir əslində. Bayaq dediyim məsələdir, əks köçürmə. Yəni biz əks köçürmə eləyiriksə, onun cümləsində özümüzü görürük. Yəni işte bu da bizim özümüzdə bəli problem olduğunu varsaya bilərik. Məsələ ondadır ki, bu hər zaman belədirmi? Yox.
Freud tövsiyə eləyirdi ki, hər bir psixoanalitik 5 ildən bir superviziyadan keçsin. Bu gün də tövsiyə olunur, amma tövsiyə xarakterli qalır. Çox psixoloq özü konsultasiyadan keçmir, belə deyək. Məsələ ondadır ki, biz bayaq dediyim cümləni bir daha xatırlayaq. İki şuursuzluq qarşılaşır. Yəni mənim şuursuzluğumla klientimin şuursuzluğu və bizim şuursuzluğumuz bir-biri ilə söhbət eləyir. Biz bunu başa düşsək də, başa düşməsək də. Yəni bu qeyri-verbal formada ola bilər, sözlər formasında ola bilər. Yəni amma bir şəkildə baş verir. Bizə lazımdır ki, onlar arasında uyum olsun. Və o uyumu biz tapdığımız zaman problemi çözmüş oluruq. İşte əgər Jang'ın o cümləsindən yola çıxsaq, çox rahatlıqla deyə bilərik ki, yəni bəli, burada problem əgər elə bir görüş bizdə formalaşıbsa, əks köçürmə baş vermək üzrədir ya da baş verir. Bu təhlükəli məqamdır. Bunun qarşısını almaq lazımdır. Belə qısa cavab verim də da çox bu haqda deyirəm. Emiliya xanım soruşur, burada səsli şəkildə soruşa bilmirəm. Münasibətdə partnyorum mənə inanmır. Yəni bu кейsdən bir istinaddır. Münasibətdə partnyorum mənə inanmır. Hər zaman elə fikirləşir ki, ona yalan danışıram. Mən hansı sualları ona verərək münasibəti qoruya bilərəm? Bu suala mən cavab verə bilməyəcəyəm. Niyə görə? Bu suala konkret müraciət eləməlidir. Niyə görə? Çünki bu müəyyən sualları gərəkdirir. Hansı ki, mən o sualları burada necə verim? Yəni bu sualı özümə verirəm, izah eləyə bildim. Yəni çox açıq sualların verilməsini gərəkdirir. Yəni belə deyim, açıq. Çünki bu mövzu çox belə deyək də şipitilni ruslar deyir. Yəni çox həssas bir mövzudur, münasibətlər mövzusu. Amma yenə də təşəkkür edirəm suala. Səmimiyyətinizə görə mən sizə təşəkkür edirəm. Yəni o çərçivəni gözlədim. Nigar Əhmədova əlini qaldırıb buyursun. Sonra Könül xanım. Salam. Hər bir kəsin axşamı xeyirli olsun. Məhərrəm müəllim, sizi illər sonra belə canlı görmək xoş oldu. 2011-ci il Akif Pedaqoji Universitetindən tələbəmizəm. Cəfər xandandakı seminar mühazirələrimiz yadıma düşdü. Həmin anı yaşadım bir anlıq. Sizə təşəkkür edirəm ilk öncə ki, həqiqətən də özünüzə məxsus misallar çəkirsiniz. Bu psixologiya elmini qəlibdən çıxarırsınız. Psixologiyanı sevməmə səbəbim sizə qədər o idi ki, qəlibləşmiş sözlər, özünüzü necə hiss edirsiniz, nə üçün suallar, ancaq kitab cümlələri. Sizi tanıyandan sonra bunlar hamısı məndə demək olar ki, yox oldu. Və sizdən belə bir sual verəcəm ki, bayaqki o sözünüzə qüvvət olsun. Deyirdiniz ki, pasientlə danışanda məsələni sualla darlaşdırmaq lazımdır, genişləndirmək yox. Ancaq mən bir dənə özümə bu sualı verirəm ki, psixoloq olmaq üçünsə əksinə baxış açımızı darlaşdırmamaq yox, genişləndirmək lazımdır. Sizin dedikləriniz hər bir şeyi nəzəri və praktiki həyatımda görürəm, nəticə çıxardıram. Bu mənə çox xoşdur özlüyümdə. NLP-yə qoşulmaqla bu belə deyək. İnternetdən ayrıldı deyəsən. Aha, deyəsən Nigar xanım. Nigar xanımın interneti qopdu. İnterneti getdi. Əslində indi Nigar xanım burada olmasa da orada bir deməli düzəltmə eləmək istəyirəm. Mən orada darlaşdırma deyəndə konkret ümləşdirməklə bağlı cümlə qurmuşdum. Çünki orada darlaşdırmaq lazımdır. Yoxsa psixoloqun, yəni deyək ki, ümumi görüşlərini darlaşdırmasından söhbət getmirdi. Belə bir düzəltmə eləmək istəyirəm ki, yəni yanlış anlaşılma əgər olubsa bu düzəldilsin. Bu belə. Belə. O zaman digər suala indi qoşular Nigar xanım təzədən fikrini bildirər ya da sual verər. Könül xanım əlini qaldırmışdı, buyursun. Hər kəsi salamlayıram. Öyrəncilərimin təşkilini Xoş gördük. Məhərrəm müəllim, pasiyentin düzgün ünsiyyətlərini aydın şəkildə izah etdiyiniz üçün minnətdaram. Mən 2003 məzun qısa şəkildə Sənin səsində problem var. Mən aydınlamadım. Demək istirdim ki, bilirsiniz mən Eşidirəm.
Təşəkkürümü bildirirəm Kamil müəllim sizə də, Məhərrəm müəllim sizə də. Təşəkkür edirəm. Sualım belə idi ki, siz pasientlə düzgün ünsiyyət elədiniz. Mənim qarşılaşdığım problem isə necə idi? Elə bir ki, 14 yaşında bir oğlan pasiyentim var idi. Bu nevropatoloqdan müalicə alan bir ağır nevrozuydu. Valideynim mənə davranış pozuntuları ilə bağlı şikayətlə gəlmişdi. Yəni o ağır nevroz olduğuna görə, indi sizin mövzunuza uyğun olduğuna görə bunu soruşmaq istəyirəm. Onunla mən düzgün ünsiyyət, yəni psixoloji ünsiyyəti qura bilmədim. O ağır nevroz olduğuna görə davranış pozuntularını ünsiyyət qurmaqda çətinlik çəkdim. Yəni sadəcə 3 seans getdim ondan. 3 seansdan sonra gördüm ki, yox, artıq bu mənə ünsiyyətə girmək istəmir. Mən başqa psixoloqa yönləndirdim. Amma əslində mən davranış pozuntuları ilə işləmişəm. Yəni davranış pozuntuları ilə bu mənim 4-cü pasiyentim idi. Sadəcə olaraq o ağır nevroz olduğuna görə mən bunu bacarmadım. Yəni o ünsiyyəti qura bilmədim ondan. Yəni indi sual tam olaraq necə oldu? Odur ki, yəni mən sizə təşəkkür edirəm. Siz pasiyentlə düzgün ünsiyyət strategiyalarını izah etdiniz. Sualım budur ki, belə bir ağır pasiyentlərlə yenə qarşılaşsam, ünsiyyəti qura bilməsəm, bu vəziyyətdə necə çıxım? Yəni o ünsiyyəti necə qurmağa çalışım? Yəni öyrənirsiniz də məni ki, məsələn, ağır nevrozdur, ya ağır depressiyadır. Yəni bu kimi hallarda ünsiyyəti necə qurmaq olur? O pasiyent danışmaq istəmir. Tamam. Çox sadə cavab verəcəyəm. Kinonu indi xatırlamağa çalışıram, amma çox təəssüf ki, adı yadımda deyil, amma orada məşhur deməli aktyorlar gedir və bir ipə sapa yatmaz dahi gəncdən söhbət gedir. Orada onu psixoloqa götürürlər və sonda, yəni elə bir psixoloqa götürürlər ki, o psixoloq bir dövlət universitetində işləyir və elə də yüksək maaş almır. Yəni riyaziyyatçı müəllim deyir ki, ancaq onun ötəsindən gəlsə o gələcək və əmin olun, Könül xanım, həmin deməli psixoloq bir neçə seans həmin o gənc danışmadığı müddətcə o da danışmır. Mən də bundan yanayam. Yəni ikisi də susub otururlar sadəcə. İzah edirəm. Yəni o çox gözəl örnəkdir əslində. Amma sizin örnəkdə, yəni söhbət 14 yaşıdır, 14 deyildir. Orada artısa 20-nin üzərindədir. Məsələ ondadır ki, deməli mən bir dəfə bir yeniyetməklə ünsiyyətə girərkən öncədən sual vermişdim valideynlərinə ki, yeniyetmə nə ilə məşğul olmağı sevir. Mən bunu indi öz təcrübəmdən deyirəm. Mənə dedilər ki, çoxlu oyun oynayır. O vaxtda Need for Speed oyunu geniş yayılmışdı. Yəni mən artısa bir 15 ilin söhbətini edirəm. Dedim, çox gözəl. Mənə gəlib götürdülər və biz maşınla getdik. Mən öz notebookumu götürmüşdüm. Need for Speed'i də yükləmişdim. Yəni mən hardasa 1-2 seans onunla bir yerdə Need for Speed oynamışam. Yəni deyim biləsiniz. İzah eləyə bildim. Yəni çünki onunla ünsiyyətə girə bilmək üçün mənə giriş lazım idi. O heç kimlə ünsiyyətə girmirdi. Heç kimlə danışmırdı və yalnız mənim onunla eyni oyunu oynadıktan sonra artıq mənə müəyyən maşın seçmədə, nə bilim nələrisə necə düzəltmədə belə deyək də ipuzları verməyə çalışdı. İndi tam danışmasa da necəsə aydın olur. Yəni o şəkildə mən iletişim qurmuşdum. Yəni ünsiyyət qurmuşdum. Ona görə ən doğru birinci növbədə biz həmişə deyirik psixologlar davranış patterni üzərindən gedir. Birinci davranış patterni. Sonra gəlir söz. Yəni çünki məsələn çox adam danışmaya bilər, amma hər kəs davranır bu və digər şəkildə. Ona görə davranış patterni üzərindən biz buna deyirik davranış lövbərləri ya da məkan lövbərləri elə ifadə edə bilərsiniz. Davranış patterni üzərinə gedə bilərsiniz, adaptasiya ola bilərsiniz, uyğunlaşa bilərsiniz ki, o sizi özününkü qəbul etsin. Yəni bir misal da deyim, əgər vaxtımız əgər belə hər kəs üçün maraqlı və suallarla dolu keçirsə, deməli Milton Eriksondan sevdiyim bir misal var. Həmişə bunu təlimdə deyirəm. Onun yanına valideyni 5 yaşlı uşağı gətirir və deyir ki, bu barmağın somurur, baş barmağın. Biz bezmişik də, yəni bunu bir türlü qurtara bilmirik. Deyir, bax, mən əlbəttə valideynin yanında olur. Mən nə eləsəm, siz qarışmayacaqsınız. Valideyndən öncə söz alır. Deyir, çox gözəl. Və deməli, valideynin yanında uşağa deyir ki, və sənin valideynin istəyir ki, sən barmağını yeməyəsən,
Amma mənim üçün fərqi yoxdur. Nə qədər yeyirsən ye. İndi əlbəttə ki, valideyn gözləmir də, deməli Milton Erickson belə deyəcək. Bu Eriksonian hipnozunun yaradıcısıdır, məşhur psixiatr, yəni belə deyək. Həmin o Milton Erickson deyir, barmağı yeməkdə davam eləyə bilirsən. Uşaq da sevinir ki, nə gözəl, axır ki bir nəfər tapıldı ki, mənə deyir barmağı ye. Bu biraz da belə həvəslə yeyir, deyir, amma bir məsələ var da. Yəni neynədir burada psixoloq? Yəni Milton Erickson, yəni indi biz psixoloq deyirik. Çox önəmli bir addım atdı. Uşaqla eyni dalğada hərəkət elədi. Çünki əgər anasının dediyini desə, uşaq artıq qapatacaq özünü, bağlayacaq və o təsirli olmayacaq onun söylədiyi şey. Öncə uşaqla eyniyyəti qurdu. Ondan sonra bilirsiniz nə deyir? Hər uşaqla da fərqli işləyir. İndi mən bir misal deyirəm. Deyir ki, sən yaxşı edirsən barmağı verirsən, amma sən ümumiyyətlə ədalətsiz davranırsan, bilirsən. Uşaq deyir, yox, necə ki? Deyir, bax, sən bir barmağı yeyirsən, o birisi barmaqlarını yemirsən. Bəs o birisi barmaqları kim yeyəcək? Təsəvvür eləyin. Deyib, bəs indi mən neyniyim? Deyib, hər bir barmağı 20 dəqiqə ye. Məsələn, baş barmağı yedin 20 dəqiqə. Keç o birisini ye 20 dəqiqə. Keç o birisini ye, keç o birisini ye və hər gün bu şəkildə davam elər. Sizcə nə baş verir? Uşaq barmaq yeməkdən vaz keçir. Çünki heç bir insan 20 dəqiqə gözləməklə, yəni barmağı güdə-güdə onu yeyib qutara bilməyəcək. İzah eləyə bildim və uşaq barmaq yeməkdən imtina edir. Baxın, bu fərqli bir yanaşmadır. Bizdə istifadə olunmuyor. Mən en sayda belə misallar çəkə bilərəm. Bizim öz mental dəyərlərimiz var. Biz o mental dəyərlər çərçivəsində konsultasiya keçməyə çalışırıq. Uğurlu oluruq, olmuruq, o ayrı bir mövzu. Lakin, məsələn, mən həmişə örnək götürürəm Fritz Perls'ü. Yəni, adam gəlmiş, keçmiş ən uğurlu psixoterapevtlərdən biri olubdur. Özdə saqqalı mənim saqqalımdan da 5 dəfə uzun olur. Yəni, belə deyək də, hətta bomja da bənzəyib. Yəni, mən 2 kitabını oxumuşam, amma belə deyək də, düzdür, birini başa düşməmişəm, amma nəysə. Amma, yəni, bir şəkildə tanış olmuşam onun fikirləri ilə. Yəni, məsələn, onun yanaşma şəkli, məsələn, bizdə uygulana bilməz. Ya da Frank Farrellinin olsun, izah eləyə bilirəm, yəni, provokativ terapiya. Yəni, biz bildiyimiz üzərindən və mədəni çərçivələr çərçivəsində, belə deyək də, kontekstində ilərləyib gedirik. Ona görə bəzən hardasa şablonları qırmaq yaxşı anlamda. Yəni, uğur gətirə bilər terapiyaya. İndi mən bir misal dedim də, oradan yola çıxaraq özünüz nəticə çıxa bilərsiniz. Hə, çox sağ olun. Siz belə ki, stolu qarşıma, o da qarşımda oturdu, üz-üzə oturduq və mən uşağın bütün davranışlarını, danışıqlarını hamısını təkrarladım, güzgüləmə elədim. O necə dostları ilə, ailəsi ilə danışır, rəftar eləyir, davranır. Mən də eyni şəkildə elədim. Amma düşündüm ki, o siz dediniz ki, eyni dalğa məsələsi. Dalğanı tutmağa çalışdım. Amma yəni 3 seans, bir də 3 seansda rəsm çəkməyi yoxladım. Ancaq qırmızı rəngdən istifadə elədi və çox bir əcaib, belə qorxulu, vəhşi kimi bir şey çəkdi. Yəni çox aqressiv idi, çox dəhşət nevrozlu uşaq idi. Yəni mən 3 seans çox cəhd eləməyə çalışdım. Artıq gördüm ki, yox, mən öhdəmdən gələ bilməyəcəm. Yəni mən bir şey bilmirəmsə, onu bilmirəm deyə bilirəm. Ona görə valideynə dedim ki, başqa psixoloqa yönləndirin. Mən buna ünsiyyətə girə bilmirəm. Şönül xanım, təşəkkür edirəm bir də sənin etirafa görə. Mən bir misalda deyim, mən qarşısında əyləşməmişdim, mən yanında əyləşmişdim. Gələcəkdə bəlkə bu daha effektiv ola bilər. Onu da bir sınasanız pis olmaz. Çox sağ olun. Təşəkkür edirəm. Buyurun. Okey. Növbəti suala keçməzdən əvvəl Qərib Xıdırov bir balaca haşiyə mən də verim, uzana gedir onsuz da. Psixoloqun işi tək bir psixoloqun işi deyil də, apardığı işdir. Bu bir kompleks işdir. Bunun arxasında superviziya və şəxsi terapiyalar onu bağlamalıdır. Təəssüf ki, bizdə Azərbaycanda psixoterapiya bir məktəb olaraq formalaşmayıb deyə hər kəs fərdi olaraq öz danışanları ilə bir ünsiyyət qurur. İçi mən də daxil olmaqla məktəblərə bağlılığımız yoxdur. Ona görə belə çətinliklər yaşananda əslində insan supervizorla müraciət etməlidir, mütəxəssis, və onunla təzədən superviziyada şəxsi terapevtik bir kontekst almalıdır. Bir də şəxsi terapiyalar ömrü boyu davam eləməlidir. Bu peşəkarlaşmaq üçün bu önəmli, vacib məsələlərdən biridir. Qərib Xıdırov əlini qaldırıb.
Salam. Salam, axşamınız xeyir. Salam, salam Qərib. Qəribə dərs demişəm. Bəli, yəqin xatırladınız. Bəli, təşəkkür edirəm. Xatırlayıram. Hər kəsə Kamil müəllimə təşkilati dəstəyə görə, sizə webinara görə minnətdaram. Faydalı oldu biz üçün. Mənim suallarım qısa 2 dənə sual deyim, hansına uyğun olsa siz cavab verə bilərsiniz, fikirləriniz. Suallarım deyəndə biraz qorxdum Qərib, amma yenə də Belə olsun. tamam. Demək əsas odur ki, burada bir şey dediniz. Məsələn, bu mühakimədə nə çatışmır, belə bir şey vardı orada gözüm keçdi. Ola bilərmi ki, çatışmırın tam əksi, yəni bu da keçərli olsun, yəni artıqdır. Məsələn, şəxsi təcrübəsi, psixoterapevtin şəxsi təcrübəsi aşağı olduğu üçün orada yanlış suallar və ya artıq şeylərlə prosesi yanlış yollara uzada bilər və bu elə bir ki 50 dəqiqəlik seansın keyfiyyətini öldürə bilər. Belə bir şey ola bilərmi? Siz ona razısınız? Yəni birinci bu. Deməli, buna özüm cavab verməyəcəyəm. Buna Freuddən cavab verəcəyəm. Deməli, Freud deyir ki, siz klientlə çalışdığınız zaman, Kamil müəllim də dedi klient deyək. Tamam, klient olsun. Mən də əslində klient anlayışından yanayam. Amma fərqli fikirlər var da. Bundan Fərqli fikirlər var. Dəqiq bir fikrə gəlib çıxılmır. Baxmayaraq ki, psixoloji yardım haqqında qanun da qüvvəyə minibdir. Deməli, məsələ bundadır ki, o deyir, məsələn, siz deyək ki, orada köçürmə nevrozlarından yazır da. Yəni buna misal deyim, başa düşsün hər kəs çox rahat şəkildə. Var köçürmə nevrozları, yəni var isteriya, yəni var sarışan hallar nevrozu 3 yerə bölür. Bir də var fobiya ya da qorxu isteriyası. Yəni konversiyon isteriya, lap dəqiq desək, sarışan hallar nevrozu, bir də qorxu isteriyası. Deyir, onların hər biri ilə üçü də köçürmə nevrozu. Lakin hər biri ilə işləyəndə sizi hər biri intellekti ilə fərqli yerə götürə bilər. Biri ümumiyyətlə ket vurar, ümumiyyətlə iş getməz. Sən elə bilərsən ki, çatmısan məsələnin sonuna, əslində görürsən ki, təzədən başa qayıtmısan. Yəni bu həmin o deməli şəxsin deməli konkret nədən əziyyət çəkməsinə də bağlıdır gəlir. Əlbəttə ki, elə mən öz təcrübəmdə yaşamışam. Elə klient var, çox savadlıdır. Yəni bax mən deyim sizə. Çox savadlıdır və çox psixoloqun yanına gedib. Yəni mənim dəfələrlə belə klientim olur və bəzi suallar verir. Sən görürsən ki, məsələn, baxmayaraq ki, sən bunun təlimini verirsən, dərsini verirsən, heç tələbələr bu qədər maraqlanmır. Amma həmin şəxs sənə deyir, məsələn də, indi mən bir misal deyim. Məsələn, müəllim, çox adam qarışdırır narsistlə, məsələn, egoisti. Məsələn, sizin münasibətiniz necədir? Artıq qalıb məsələni başqa yerə, sənə sual verir. Bax, mövzudan uzaqlaşırsınız. Əslində, bu da köçürməyə bir nümunə sayıla bilər, amma yenə də şübhə altındadır, amma yenə də deyim. Yəni, burada ona görə klienti, düz dedi əslində Kamil müəllim, yəni klientin dünyasına vakıf ola bilmək çox önəmlidir. Çox önəmlidir. Çünki Freud bütün deməli, istər yanılma olsun, istər röya olsun, hamısında eyni cümləni yazır demək olar ki. Deyir, özünə sual verməlisiniz, özü cavab verməlidir klient. Əsla siz cavab verməməlisiniz. Yəni, net olaraq deyə bilərəm ki, Freud belə yazır kitabında. Ki siz, məsələn, röyadır, röyanı siz ondan başqa yaxşı heç kim bilə bilməz, hətta bilməsə belə. Klient özü röyasını yorumlamalıdır. Siz sadəcə ona dəstək ola bilərsiniz. Bu və ya digər şəkildə. Ona görə digər razıyam səndən. Bu sualım gəlizdə olsa, yəni mümkündür. Ona görə yanlış yerə gedə bilər. Bu yanlışa düşməməsi üçün, yəni o podvoxa sözü var da ruslarda. İndi Azərbaycanda bilmirəm nə deyim. Onu tuta bilməlidir psixoloq. Bu da təcrübə ilə gələn bir şeydir. Yəni indi ilkin başlayanlar üçün bunu tutmaq bir o qədər də asan olmaya bilər. Yəni sən artıq sənin şuursuzluğun o qədər alışır ki, sən klientin ilk söylədiyi sözlə ortada və sonda söylediği söz, kəlmələri, deyimləri sistemləşdirə bilirsən. Deyirsən, intuitiv olaraq nəsə düz gəlmədi. Hardasa qırılma baş verdi. Misal üçün deyirəm, aydın olur və artıq başa düşürsən ki, bir yerdə yanlışlıq var. İndi orada işlətdiyi cümlələrin fonunda göz hərəkətlərinə fikir vermək, əl hərəkətlərinə fikir vermək, oturma şəkli, oturan kimi gəldi, harda oturdu,
Məsələn, mən həmişə deyirəm ki, divan varsa, divanın yanında bir belə kiçik balınc varsa, onu götürüb üstünə qoydu, qoymadı, arxasına hamısının önəmi vardır. Hər bir informasiya ötürür. Yəni bu zamanla psixoloqun detallı şəkildə buna vakıf olmasına və bütün bu ipucları üzərindən gedərək doğru sual verməsinə gətirib çıxaracaq. Bir haşiyə də çıxım deyim, səhv eləməkdən əziz webinar iştirakçıları qorxmamaq lazımdır. Yəni mən 2000-ci ildən konsultasiya edirəm. Heç o vaxtı konsultasiya mərkəzləri yox idi. Başımız daşa dəyə-dəyə öyrənmişik. İndi açıq deyək də. Səhv edə-edərək öyrənmişik. Yəni indi biz çalışırıq ki, yəni yol göstərdiklərimiz daha az səhv eləsin. Dedi Kamil, yəni superviziya. Bizə heç kim izah eləməyib ki, bu belə olmalıdır. Yəni indi məktəblər yaranır, yəni xaricdən dəvət olunur terapevtlər, onlar yol göstərir. Nə gözəl işte bugünkü gənclər üçün imkanlar açılır, bizim üçün imkanlar açılır, biz öyrənirik. Yəni amma yəni 30 il bundan qabaq elə deyildi axı. İndi açıq deyək. Yəni biz heç bilmirdik hardan başlayıb harda bitirməliyik. Mən ilk illərdə elədiyim yəni attığım addımları indi təhlil edəndə başa düşürəm ki, mən metamodel uygulamışam, amma mən o vaxtı bunun bu olduğunu anlamırdım. Körtəbii eləyirdim. Amma bugün sistemli edirəm. Ona görə gəlib səhv eləməkdən qorxmaq lazım deyil məncə. Yəqin Kamil müəllim də qatlar mənim bu fikrimə. Yəni əgər elə qorxu ilə yaşasa psixoloq, o heç kimə yardım eləyə bilməz, nə özünə, nə də kliyentə. Təşəkkür edirəm Məryəm müəllim. Qısa olaraq digər sual odur ki, düzdür, başda siz buna vurğu elədiniz. Mən yenə də bəzi suallar hansı ki, orada metamodeldə müdaxilə olaraq dediniz suallar mənə biraz açığı müqavimət xarakterli gəldi. Yəni misal üçün heç kim məni anlamır deyən bir adama, məsələn, yəqin mən də anlamıram sualı, xüsusən egosentrizm yüksəkdirsə o adamda, o yəni ikinci terapiyadan sıxılıb, yəni ikinci seansa gəlməmək ehtimalı mənə görə çoxdur. Və yaxud da kimə görə sualı. Bu düzdür, yeni başlayanlar üçün bir ipucu ola bilər, amma biraz daha irəli gedənlər üçün məncə biraz müqavimət xarakterli suallara bənzəyir. Təşəkkür edirəm, Qərib. Öncəliklə mən başlayanda dedim ki, mən üçüncü mexanizmdən çıxış eləyirəm. Yəni mən ehtimal üzərindən çıxış eləyirəm. Yəni ona görə metamodel sualları, məsələn, mənə görə ondan daha sonra gəlir. O ki qaldı müqavimətə, zaten bizim elə işimiz, əgər psixoanalitik nöqteyi nəzərdən yanaşsaq, elə müqaviməti aşkar eləmək deyilmi? Elə əsas püf nöqtələrindən biri odur da, Freud çox açıq şəkildə psixoanalizin tarixi əsərində yazır ki, o şəxslər ki, yəni o həkimlər ki, belə deyək də, öz terapiya prosesində köçürmə və müqaviməti istifadə eləyir, qəbul eləyir. Onlar mənə görə psixoanalitikdir. Yəni iki cür var da. Var o diki psixoanalitik, yəni vəhşi psixoanalitiklər var. Bir də profan psixoanalitiklər var da. Yəni belə deyək də, indi biz əslində birinci vəhşilər ümumiyyətlə Freud tərəfindən qəbul olunmurdu. Çünki onlar psixoanalizi bilmir, amma bildiyini sananlar idi. Nəysə, indi bu haqda danışmaq istəmirəm. Ona görə bəzən elə müqaviməti aşkar eləmək özü müsbət nəticələr verə bilər. Yəni ondan da qorxmamaq lazımdır. Çünki bu da çox önəmlidir. İzah eləyə bilər. Müqavimət özü də əgər sənin verdiyin sualdan durub gedəcəksə bir klient zaten getsin. İzah eləyə bilirəm. Bayaq dedim, həkim bizi incidə bilər, amma sağalmamız üçün incidir. İzah eləyə bilirəm. Məsələn, tələbələr sual verir. Bəli, indi daha yaxşı. Müqavimətdən söhbət gedir. Mən deyirəm ki, məsələn, deyək ki, sən deyirsən ki, bugün bəlkə məsələn, atanızla münasibətləri müzakirə edək. Necə fikirləşirsiniz? Klient də deyir ki, xanım olsun ya da kişi fərqi yoxdur. Deyir ki, bu haqda danışmaq istəmirəm. Bax, bu ipucu ola bilər ki, müqavimətdir. O zaman, indi neyiniyim? Mən o zaman deyim ki, onda gəlin başqa şeydən danışaq. Xeyr. Mən dönə-dönə ilə bu nöqtədən sual verirəm və bunun araşdırılmasının onun xeyrinə ola biləcəyi deməli, prinsipindən yola çıxıram. Mən belə yanaşıram məsələyə. Klientin deməli, psixoloji durumu, ondan sonra psixologiyası necə ola bilər? O ayrı, o da amillərdir, əlbəttə ki. Bu da nəzərə alınır. Lakin
Bayaq nə dedi Kamil müəllim? Çox gözəl söz. Dedi bu qarşılıqlıdır. Yəni biz müqavilə bağlayırıq ya rəsmi ya da sözdə klientlə ki proses iki tərəflidir. 50-50. Yəni həkimə gedəndə həkim deyir dərman iç. Sən gedib dərman içməyəndən sonra buna həkim neynəsin? Mən klientə tapşırıq verirəm konkret. Məsələn deyə inancların aşkar edilməsi ilə bağlı, dəyərlərin aşkar edilməsi ilə bağlı və s. belə axır. Klient onu işləməyəndən sonra psixoloq nə edə bilər? Ona görə psixoloqla klient bir yerdə işləyir, kəsinliklə. Və əlbəttə ki, bu tandemdə o başa düşməlidir ki, bu onun yararınadır. Müqavimət göstərməsi də xüsusilə onun yararınadır. Demək eləməz, o yer qanıyır, o qanı nə etmək lazımdır? Dırnaq içində, yaxşı anlamda çıxarmaq lazımdır. Ki, sağalsın klient, qutardı getdi. Bu mənim subyektiv fikrim. Çox təşəkkür edirəm Məryəm müəllim. Minnətdaram sizə. Buyur. İndi daha yaxşı anladım. Sağ olun. Tamam. Nə gözəl. Yenə var Kamil müəllim sualı. Bir nəfər də Günel xanım da var. Ya, amma siz çox qəşəng vurğuladınız orada müqavimət məsələsini ki, zaten psixoanalizin bütün mahiyyəti müqavimətin aşkar olunması ilə. Bəli. Əgər klient bir hekayə ilə gəlibsə, problem hekayəsi, yəni, arxasında biz bilirik ki, ego müdafiə mexanizmləri dayanır. Ego müdafiə mexanizmləri də müqavimət kimi özünü göstərir. Və o müqavimət kənarda bir müqavimətdir, amma terapevtlə, psixoanalitiklə danışdıqca tədricən bir transfer forması alır və başlayır seansda ortaya çıxmağa. Müqaviməti işlədikcə arxasıca artıq müdafiə mexanizmləri aşır. Hətta deyərdim ki, Gestalt terapiyada da müqavimətlə iş aparılır. Perls onu ekzistensial psixoanaliz adlandırmışdı öncə. Sadəcə olaraq o müqavimətin arxasında təmasın kəsilmə nöqtələrini göstərir. Psixoanalizdə isə bu müdafiə mexanizmləridir. Bir də o məqamla bir-birlərindən fərqlənirlər. Bəli. Üzürlü sayı. Fritz Perls psixoanalitik olub zaten ilk variantda. Yəni ona görə o Freud'u öz kitablarında həm belə deyək də şövqlə yazır, həm də tənqid eləyir ki, məsələn bu nöqtədə daha necə ola bilər. Yəni onun çox maraqlı kitabı var da. Yəni Sabaka sverhu, Sabaka vnizu. Yəni o belə bir kitabı var. Yəni elə o fövqəl mən şuursuz şeydir. O mən şey kimi, it kimin, yəni bir növ elə o anlayışların biraz dəyişdirilmiş formasıdır, amma yenə də. Mən də burada olmalı kitabı. Hə, Внутри и вне помойного ведра. Bax kitabın adı. Yəni çox ağır kitabdır. Ağır kitabdır, hə, çox ağır kitabdır. Düz. Amma digər kitabı daha da ağırdır. Yəni o da Gestalt terapiya ilə bağlı qalın bir kitabdır. Yəni. Buyurun, var Günel xanım, buyurun. Sualı da Günel Kizmova. Axşamınız xeyir olsun. Əvvəla təşəkkür edirəm çox gözəl vebinarlar üçün. İnşallah sayları çox olsun. Çox faydalanırıq çünki. Biraz sualım mövzudan kənar ola bilər. Əgər mövzudan kənardırsa üzr istəyirəm buna görə. Deməli mən təhsil sahəsində çalışıram. Psixologiya mənim üçün yəni çox sevdiyim bir sahədir. Yəni vaxtında psixologiya ilə tanışdığım olmadığı üçün başqa sahədə təhsil almışam. Amma çox bu sahədə özümü inkişaf elətdirmişəm. Yəni davam eləyirəm də. Necə məsləhət görərsiniz? Mən bu sahəyə keçmək üçün hardan başlamalıyam, nədən başlamalıyam? Və ya hansı təhsil istiqamətindən başlaya bilərəm? Psixologiya sahəsinə keçmək. Sual konkret mənədirsə, Günel xanım, öncəliklə təhsilinizi soruşa bilərəmmi? Yəni təhsiliniz müəlliməyəm, müəllimə kimi fəaliyyət göstərirəm. İxtisas olaraq. İbtidai sinif müəlliməsi. İbtidai sinif müəllimi. Yəni əvvəl bir 10 il bundan qabaq olsaydı, yəni yəqin ki, ixtisas dəyişməklə siz psixologiya ixtisasına gələnə bilərdiniz. İndi isə bu olmadığına görə sadəcə yenidən hazırlanma var. Orada da Psixologiya Elmi Tədqiqat İnstitutu, yəni TSPX, yəni təhsildə sosial psixoloji xidmət üzrə təhsil alanların psixologiya təhsil alıb psixoloq diplomu almasına imkan yaradır. Siz ikinci ali təhsil alaraq deməli psixoloq ixtisasına yiyələnə bilərsiniz. Yəni bu şəkildə ya da özünü inkişaf kurslarına qatıla bilərsiniz. O da ibtidai təhsil deməli müəllimliyi ixtisasının imkan verdiyi qədər. Yəni çünki bəzi məsələn belə deyək də psixologiya institutunda məsələn kognitiv davranış terapiyası kursu məsələn təşkil edilir ya da ailə konsultasiyası. Məsələn orada sərt qaydalar var ki, kim qoşula bilər.
Yəni məsələn ona Bəli, görə çox məsələn mümkün deyək oldu. ki, bəli, siz ola bilsin ki, qoşula bilməyəcəksiniz, çünki sizin ixtisas ona uyğunluq təşkil eləməyəcək. Orada proqram içəriyi məzmununa baxırlar. Siz ikinci ali təhsil alaraq, yəni rəsmi desək, elə psixoloq ixtisasına yələnə bilərsiniz. Ya da təhsildə sosial Bəs, psixologiya xidmət. aha. Bəs mənim birinci ali təhsilim məktəbə qədər təlim və tərbiyədir. Orada biz uşaq psixologiyasını əsas ixtisas fən kimi keçirdik. Yəni bu da mənə şərait yaratmaz ki, mən Yenə deyirəm, yox yaratmayacaq. Əvvəl olsaydı yaradardı. Bir 10 il bundan qabaq. O vaxt ixtisas dəyişmə var idi. O ali məktəblərin demək əlavə təhsil fakültəsində. İndi o yığışdırılıbdır. Yəni sadəcə ikinci ali deməli əlavə təhsil fakültələri var, amma ikinci ali təhsil kimi siz elə bir ki müraciət edirsiniz, qəbul alırsınız, oturursunuz, həmin ixtisaslarla dərs keçirsiniz, amma adınız əlavə təhsilin fakültəsinin nəzdində keçir. Bir də yenidən hazırlama, onun da sizə aidiyyəti yoxdur. Çünki sizdə təhsildə sosial psixoloq xidmət ixtisası deyil. Siz ikinci ali təhsil almalısınız. Yəni bilmirəm indi bu sizi üzdü, yoxsa nə qədər qane, amma reallığı deməliydim. Reallıq belədir. yox, Yəni mövzu psixologiya olanda mən çərçivəsində yəni belədir. Günel xanım, qanun çərçivəsində belədir. təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Çox sağ olun. Çox sağ olun. Salam. Bir əllər qalxıb, amma biz də yekunlaşdıraq. Çünki Məhrəm müəllim də çox Mümkünsə, bəli. tutmuyor. Aha. Biz sizə təşəkkür edirik. Kimin sualları varsa yaza bilər. Bizim qrupumuz var. Qrupdan biz Məhrəm müəllimə yönləndirə bilərik. Və yaxud Məhrəm müəllim özü açıq adam sosial şəbəkələrdə də var. Orada da suallarınızı, istəklərinizi yaza bilərsiniz. Ümid edirəm etiraz etməz. Və biz Mən də təşəkkür edirəm. Öncəliklə Kamil müəllim sizə təşəkkür edirəm. Sonra Sabah qrupunda, P023S qrupunda xanım Nəniyə təşəkkür edirəm. Bütün axşamını bax deməli sərf eləyib bu vebinara qoşulan hər kəsə təşəkkür edirəm. İyi ki varsınız türlər demiş. Yəni sağ olun ki suallar verdiniz. Kamil müəllim də dəstək durdu. Müəyyən məsələlərdə öz fikrini bildirdi. Mən hər kəsə təşəkkür edirəm. Hətta təşəkkürnaməm də artıq hazırdır görürəm. Yəni elektron formada bitmədən təşəkkürnaməm də hazır oldu. Mən təşəkkür edirəm həqiqətən. Var olun. Yəni mənə də xoş oldu. Yəni təcrübəmi sizə təcrübəmlə paylaşmaq, sizinlə paylaşmaq bu axşam mənə çox xoş oldu həqiqətən. Ümid edirəm ki nəsə qata bildik, həm mən, həm Kamil müəllim. İnşallah ümid edirəm ki gələcəkdə, yəni tez olmasın da, çünki indi yeni bitirmişik bu dərsləri, yeni imtahanlara doğru gedirik, biraz nəfəs almağa çalışırıq, amma təcrübə paylaşımı məncə psixoloqların yetişməsində çox önəmli paya malikdir və gələcəkdə ola bilsin ki, bunlar mütəmadiləşsin, sistemləşsin və davamlı olsun. Hər birinizə təşəkkür edirəm, var olun. çox sağ olun. Gecəniz xeyrə qalsın deyirəm. Kamil müəllim, əziz webinar iştirakçıları. Yəni minnətdaram hər şeyə görə. Gözəl suallarınıza görə, özünüzə görə sağ olun ki varsınız. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdarıq. Təşəkkür edirəm Məryəm müəllim. Sağ olun. Qarşılıqlı sağ olun, sağ olun. Sağ olun.